Hələ ki, hamının beyni təzədir deyənə biraz asan suallarla, çətin suallarla başlayaq, sonra asana doğru gedərik. Birinci, hamı tənbəllik eləmədən oturub 21-i oxuyur. İmtahanda ən böyük problemimiz oxuya bilmirik. Biz ingilis dil müəllimləri bizə reading yazdırmaq istəyir. Biz azarımızı oxuya bilmirik. Qalsın ingiliscə. Bunu oxuyub başa düşməyə çalışırsınız. 21. Tutaq ki, imtahanda düşdü. Situasiya məsələsidir. 3 dənə məsələdir. Zaten izah edəcəm özümdə. Oxuyun axıra kimi. Bura kimi oxusaz, qavrasaz kifayətdir. Blok məsələdir, düşə bilər, fərqli tip məsələdir. Gecə saniyə, mən bunu bura yerləşdirim. Buradan başlayırsınız oxumağa, bura kimi. Oxuduq da yəqin ki. Kim nə başa düşdü, onu mən izah eləyə bilər ki, mən buradan falan şey başa düşdüm. Bunu elə belə izah eləyəcək, belə yazacaq. Məsələn, 25807 yazılıbdır. Əgər böyük deyirsə mavi yanır, kiçik deyirsə belə bir şeydə yaşıl yanır, sarı yanır lampaların altında. Yəni burada bir dənə dastan şey yazıb. Bir dastan bu boyda şey yazıb. Nə demək istəyirəm orada qısası? Gedirsən oyun oynamağa, elə telefon yiyirsən, fərqi yoxdur, aparatdır da bu. Bu aparatda 5 rəqəmli ədəd tutur ağlında. Sən onu tapmağa çalışırsan. Bu nümunədir. Bu nümunəyə baxaq. Bizim nümunəmiz budur. Bura baxırsınız. Məsələn, nümunədə verib ki, bu 25807-dir. 25807-dir bu ədəd. Və orada bir şey deyim, ədədin rəqəmləri həmişə fərqli olmalı. Təkrarlanan olmur burada. Hamısı fərqli rəqəm olur. Məsələn, ola bilməz ki, o da desin ki, 25500 nə bilim 87. 5 təkrarlana bilməz. Hamısı fərqli olmalıdır. Bu heç. Təkrarlana bilmir. Və sən həmişə bir dənə rəqəm deyirsən. Məsələn, 5 deyirsən. Və başlayır orada lampalar yanmağa. Əgər dediyin rəqəm düzdürsə, həmin yerdə yaşıl lampa yanır. Məsələn, baxın, burada ikinci yaşıl yanıb. Çünki zaten burada 5-dir də, buraya yaşıl yandı. Əgər orada əslində sən dediyindən balaca rəqəmdirsə, sarı yanır. Məsələn, 2, 5 demirsən, əslində 2-dir. Sarı yanır. Məsələn, 0-dır. Sarı yanır. Yox, əgər dediyindən böyük rəqəmdirsə, baxın, burada mavi yanır. 7 və ya 8. Mavi, mavi. Yəni, həmişə bir dənə rəqəm deyirsən, başlayır bu rənglər yanmağa. Məsələn, tutaq ki, 3 desən, 3 desəydin. 2 bundan balacadır, sarı yanacaqdır. 5 böyükdür, mavi yanacaqdır. 8 böyükdür, mavi yanacaqdır. 0 balacadır, sarı, 7 böyükdür, mavi. Bu şərti hamıya aydındır, yoxsa necə? Şərtlə bağlı sıxıntısı olan. Tamam, gözəl. Deməli, burada gəldik, biz asanından başlayalım, 23-ə. Sonra belə qaydacam zaten. 23-də bəs proses nədir? Bu 3 dənə rəqəmdir. Əvvəlcə 1-dir, sonra 6-dir, sonra 8-dir və müvafiq işıqlar yanır. Biz o işıqlara əsasən tapmalıyıq ki, o 5 rəqəm ədəd hansıdır. Sonra həmin ədədin ortadakı 3 rəqəminin cəmini soruşur bizdən. Yaxşı, tapmağa çalışaq. Sizcə bu ədədin birinci rəqəmi neçədir? 1. Elə 1-dir, çünki baxın, yaşıl yanıb. Deməli, birincisi 1-dir. Axırda da baxın, 8-də yaşıl yanıb. Deməli, axırda 8-dir. 1 ilə başlayır, 8 ilə bitir. Bəs sonrası, bura baxırsınız. 1 deyib 1-dən böyükdür, 6-dan böyükdür, amma 8-dən balacadır. Biri boş verin. 6-dan böyükdür, 8-dən balacadırsa bu ikinci xanı neçə olmalıdır? 7. Bu garanti 7-dir. Bunların hamısından balacadırsa 3-cü sırada neçə olacaq orada? 0. 0. Çünki 1-dən balaca, 6-dan balaca, 8-dən balaca. 6, 8 atın geçsin. 1-dən balaca ancaq 0 var. Və nədir burada? 1-dən, 6-dan, 8-dən hər üçündən böyükdür. Orada neçə olacaq? 9. Bu da oldu 9. Nədirdir? Bizə deyir ki, BC-nin ortadakı üçünün cəmini tapın da. 16. Bu üçünün cəmi eləyəcək 16. Yəni, o uzun orada dastan yazmışdı. Bu da çətin sualın cavabı. Burada məsələn 16. Sadəcə bunu izah edin asan gəldi də. Məsələn, bunu 2 gündür verirəm qruplarda, qalalar üzrə baxırlar. Oxuyun mənə sonra. Aydın oldu, yoxsa necə? Aydın. Okay. Gəldi 22-yə. İndi 22-yə özünüz baxın, sonra izah edəcəm. Şərt eyni şərtdir, sadəcə bunu deyir ki, belə olsa nə olacaq? 22.
Müəllim, mavidə böyük, sarıda kiçik idi. Yəni mavi olanda dediyindən böyükdür, sarı olanda dediyindən kiçikdir. Tamam. Oxuduq, amma burada ehtimala oxşar bir şeydir düşünürəm. Yox. Burada məsələn tapan var bu arada. Mən bir Deyəsən, dəqiqə 3 mavi olur. necə? 2 sarı, 3 mavi lampa olur. Yox. Bu arada uşaqlar 1-2-2 səs bir açmaq. cavab. Sözünüzü də kəsdim. Hə, yox, 1-1-3-dür. Səsi açmaqda ola bilər də, indi evdə səs-küydü, qonaq var, nə bilim, ya balaca uşaq səs aça bilməyənlər çata yaza bilər. Biraz dərs interaktiv keçsin. Yəni bu deyim kimi sual-cavab dərs eləyəcəyik bundan sonra. Kimdə yəni səs açmaq sıxıntıdırsa yaza bilər çata, düzdür o bu arada C variantıdır. Niyə C variantıdır? Deyir ki, 2 deyəndə hamısı sarı yanır. Doğrusu mavi yanır. Əgər bu 2 dedi, hamısı mavi yandısa, 5 dənə yerin, 5 dənə də mavi yanır. Deməli bu 2-dən böyük bir şeydir də. 2-dən böyükdür. Amma 8 deyəndə hamısında sarı yanır. Deməli 8-dən də balacadır. 2-dən böyük, 8-dən balaca olmalı ki, 2 deyəndə hamısı mavi yansın, 8 deyəndə hamısı sarı yansın. 2-dən böyük, 8-dən balaca, rəqəmlər hamısı bir-birindən fərqlidir. 5 rəqəm lazımdırsa, bunlar hansılardır? 100%, 3-dür, 4-dür, 5-dir, 6-dır, 7-dir. Başqası yoxdur. Sənə bunun sıralaması lazımdır. Sıralamasını bizdən soruşmur. Deyir ki, rəngləri nə olacaq? Yəni tutaq ki, əslində buymuş. 34, 5, 6, 7 sırayla düz getsin. Çünki 2 desən, hamısı bundan böyükdür, mavi yanacaq. 8 desən, hamısından balaca sarı yanacaq. Bəs nə deyir? Deyir ki, əgər yarışçı 4 desə nə yanacaq? 4 desə, bu 2-ni eləyirəm 4. Mən burada 4 desəm, baxın görüm hansını yanacaq. Dedim 4. 3 bundan balaca da sarı yanacaq. 4 eynisidir. Eynisində yaşıl yanır. 5 böyükdür, mavi yanacaq. 6 böyükdür, mavi yanacaq. 7 böyükdür, mavi yanacaq. Deməli, birində sarı, birində yaşıl, üçündə mavi yanacaq. Cavabımız olacaq 1 sarı, 1 yaşıl, 3 mavi olacaq C variantı. Kimin sualı var buradan? Yoxsa davam edək. Müəllim, mən Gəlir. Hə, buyur Leyla. bu tipi başa düşdüm. Amma ümumi bu 4 yazdınız, qabağında rəngləri yazsınız. O mənə çatmır. Deyir ki, 2 8-i birində düzdür. Yarışçı 4 desinə baş verəcək. 4 dedim, gördüm hansı lampada nə yanacaq da. 4 desəm, əslində məndə bax burada 3-dür axı. 3 bundan balacadır. Ona görə sarı yandı. Əslində burada 4-dür. Düz olanda yaşıl yanırdı. 5-dir, 4-dən böyükdür, mavi yandı. 6 4-dən böyükdür, mavi yandı. 7 4-dən böyükdür, mavi yandı. Yəni başa Şimdi aydın düşdüm. oldu. 4-ə əsasən yazırıq ondan. 4-ə əsasən. Çünki 4 deyir yarışçı. Gəldik 21-ə. Bu biraz daha qarşıdır. Nəsə kimsə nəsə soruşur deyəsən? Onlar bir sual verim. Buyur, mən buranı sənə kim sən də sual da ver. Mən tam siz izah eləyəndə uzun atdı, başlığına qulaq asa bilmədim. Bir dənə şey hissəsini başa düşmədim ki, misal üçün 2 rəqəmin deyəndə bütün lampalar mavi. Bütün deyəndə yəni tam olaraq hansı rəqəmləri nəzərdə tutduğumu başa düşmədim. Yəni 0-dan 9-a kimi amma 5 dənə rəqəmi buradakı 5 rəqəm yeri bax bu 5 lampadan söhbət gedir. Bu 5 lampa, 5 də sarı yanır. Tamam. Çox sağ olun. Gəldik indi buyur. Gəldik bu 21-ə. 21-də nə baş verib bəs? Deyir ki, yuxarıdakı hər iki şərtin ödəndiyi 5 rəqəmli neçə natural ədəd var? Yəni bir dəfə 5 deyib, bir dəfə 7 deyib bunlar yanır. Yaxşı, baxın 5 deyəndə mavi yanır. Yəni 5-dən böyükdür birinci rəqəm. 7-dən deyəndə sarı yanıb. Onda birinci rəqəm neçədir? Bu ancaq 6 ola bilər də. 5-dən böyük, 7-dən balaca. Eyni ədəddə də dəyişmir. Hamısı fərqli olmalıdır. Rəqəmlər hamısı bir-birindən fərqlidir. Baxın uşaqlar, mən yenə 5 rəqəmdə də axtarıram. 5 rəqəmdə. Birinci ancaq 6 ola bilər. Yəni bir dənə versiyası var birincinin. Buraya yazdım 1. Başqa rəqəm ola bilməz. Gəl ikinciyə. İkinciyə fikir verin. 5-dən də balacadır, 7-dən də balacadır. Burada hansı rəqəmlər ola bilər? 4, 3, 4, 3, 2, 1, 0 hamısı. Yazırıq bura. Burada çox versiya var o şey. Nə var hamısını yazırsınız. 4 olar, 3 olar, 2 olar, 1 olar, 0 olar. Hansını yazsan zaten ondan balacadır, 5-dən balacadır. Neçə fərqli versiya oldu? 5 dənə. Deməli, burada olacaq 5 dənə. Mən mümkün versiyanın sayını axtarıram da burada. Yenə eyni şeydir əslində. 5-dən də 7-dən də balaca. Amma nəzərə alaq ki, təkrarlaya bilmərik. Tutaq ki, məsələn, 4-ü qoydunsa bura, 4 təkrar burada olmaz. Ona görə 1-ni atırsan, qalır yerdə 4 dənəsi. Məsələn, tutaq ki, burada olacaq 3, 2, 1, 0.
Yəni 4 dənə fərqli rəqəm qoya bilərsən. Və 4-ü təkrar olmaz da, 6 4 4 olmaz. Burada oldu 4 fərqli rəqəm. Gəldim 4-cüyə. 4-cüyə fikir versəz 5-dən də böyükdür, 7-dən də böyükdür. Hər ikisindən böyük olan ancaq 8-dən 9 var. Deməli, burada da olacaq 8-dən 9. 2 dənə fərqli versiyada 8 və ya 9. 2 dənə burada. İxtada nə deyir bəs? 5-dən və 7-dən balaca. Əslində 5, 4, 3, 2, 1 hamısı var idi. Amma daha sonra 4, 3, 2, 1, 0 daha sonra üzrü sayın. 1-in ora qoydunuz, 1-in bura qoydunuz. Məsələn, 3-ü də bura qoydumsa 3 də çıxdı. Yerdə nə qaldı? 2, 1, 0. Yəni 3 dənə versiya buradan. 3 versiya da buradan. İndi bunları da vuranda bunu eyni yazışmalar qarışmasın. Həmişə də belə sorada mümkün versiyanın sayı vurursunuz bir-birinə. Bunu da vuranda ehtimal dərsi 60 demək oradan gəlib baxmısınızsa 20 vurursun 6 deyəcək 120 fərqli ədəd. Bu 21 hamıya aydındır, yoxsa necə? Çətin sualı bu idi. Orada 4 3 2 1 0 və 3 2 1 0 yazıbsınız 2 sarı Çünki olan təkrar yer. edilməsin. Bax məsələn tutaq ki 6 4-ü yazdım, sonrasını boş ver də. Bura təkrar 4 yaza bilmirəm deyə ki 4 çıxır sıradan qalır 3 2 1 0 da. 3 yaz, nə bilim 2 yaz, Aydındır, 1 başa yaz. düşdüm onu. Aha. Orada 4 3 2 1 0 istifadə eləmişiksə və başa düşdüm 4-ü ləğv elədik oradan bu yüzdə Misal təkrarlanmasın üçün deyə. 4 Amma aklıma, bəlkə orada 1-dir, bəlkə 0-dır. Misal üçün 4 dedim mən. mən onu deyirəm, bəs orada 3 2 1 0 da o onun kimi, o birindəki kimi təkrarlana bilər axı. Yox, zaten biri təkrarlana bilər də, hər hansısa biri. Lap 3 olsun. Fərqi nədir ki? 3-ü çıx sıradan, 2 olsun, amma 1-in qoyacaqsan da bura. Axı bura bir dənə rəqəm qoyursan. Bu bir dənə rəqəmi çıxdım mən. Misal üçün 4-ə çıxdım orada. Aydın oldu bu. Yəni məsələn tutaq ki, olsun 6 4 nəsə, ya da 6 3 nəsə, ya da 6 1 nəsə. Axırı 1-in qoyacaqsan da burada, hər hansısa birin. Fərqi yoxdur ki, hansı. Başqa bəs sual olan? Bununla bağlı sual olan yoxsa davam edək çünki. Yoxdur məncə. Tamam, bir dənə asan sonra yenidən çətin suala baxarıq. 31-ə bir dənə baxırsınız, 31-ə bir dənə oxuyun, sonra baxın. Elə özünüz tapa bilərsiniz, asan sualdır bu. Tapan var? Mən bir dəqiqə tapıram. Tamam. Eyni rəqəm ola bilər. Ola bilməz. Çünki niyə siz bura? Hə, tamam. 941 941-dir. Hə. 872 yox. Burada ən böyük soruşursa, baxırsan ki, mənim əlimdə burada ən böyük rəqəm hansıdır? 9. Bunu mən qaranti qoyum, yana sonra düzəldərəm. Ən böyük budur, bundan böyük yoxdur. 9-u yazdım. Sadəcə 9-u yazmağa neçə dənə xətt istifadə elədik? 6 dənə xətt bura getdi. Yerdə qaldı 6 xəttdir, çünki deyir ki, cəmi 12 dənə xətt istifadə elə. 6-sını bura qoydumsa 6 dənə xətt haqqım qaldı mənim. Əslində nə rəqəm təkrar desək 977 idi. Çünki baxın 7-də 3 xətt axı. 7 7 yazardım, hərəsinə 3 xətt, 3 3 olardı bu 977. Amma deyir təkrar olmaz. Onu da bunu sildim çünki başqa 3 yoxdur. Baxırsınız ki, yerdə qalanlardan hansı ikisini cəmi 6 eləyəcək? Zaten 8-i qaranti çıxın getsin, çünki 8-ə 7 xətt lazımdır. 7-yə 3 xətt lazımdır, başqa 3 xətt yoxdur. 6-nı qoysaz 0 xətt olan yoxdur, bu da getdi. 5-i qoysaz 1 xətt lazımdır, 1 xətt olan yoxdur, getdi. Amma 4-ü qoysaz 4-ə 2 xətt lazımdır. 2 xətt olan var burada, o da 1-dir. Onda da mən bura 4-ü qoyum. Burada 1-i qoyum. 4-ə 4 dənə xətt lazımdır, 1-də 2 dənə xətt lazımdır. Toplam olacaq 6, 4, 2, 12 dənə xətt. Hər şey düzələcək. Deməli, ən böyük hansıdır? 941. Bu bəs aydındır, yoxsa necə? Bəli, asan idi. Bu asan idi, tamam. O zaman baxırıq burada 5-i. 5-i bəlkə də bəziləri biz görmüsünüz. Bir dənə sualı oxuyun, sonra baxaq bir yerdə. Müstəvi üzərində, yəni kağız üzərində, yəni kağızın müstəvi ilə çox qarşılığını başlayacaq. Yəni bir kağızın üstünə 2 dənə dairə çəkir. Müstəvi hər hansı düz səthdir.
Kağız, lövhə, dəftər, nə bilim, nəsə də. Əlinizə nə varsa o. Müəllim 3 dənə olmur. Yox, 3-dən çoxdur. Baxın, qapalı bu arada nədir? Qapalı səth. Yəni hər tərəfi bağlı. Çaya çıxmağa yer yoxdur da. Məsələn, baxın 3-dən hansıdır? Biri bu sol tərəfi, bu. Baxın bu soldakı bu hissə, aypara. İkincisi bu orta hissə, bu bir qapalı səthdir. Üçüncüsü də sağ tərəfdə. Elə bir 3 dənə qapalı hissə. Ölçü fərqi yoxdur, amma qapalı ayrı-ayrı hissələr. Bütöv dairə sayılmır. Bəs öz Deyir ki, dairənin özü Özü sayılmır, özü yox. Özünü say bilmərsən. aydın. Özü qapalı. Çünki özün kəsib baxır bu buradan. Məsələn, tutaq ki, bu dairəni buradan kəsmisən öcə. O qapalı deyil, o orada bölmüsən. 2 dairə otaq olub orada. Deyir, düzbucaqla neçə olacaq? Yaxınlaşan var, düzbucaqla neçə olar sizcə? Mən bir dənə düzbucaq çəkən kimi sonra fikirləşirəm. Neçə olacaq? 4 ola Yox. bilər müəllim. Onlar biraz yaxınlaşıb. 8 deyib də 9-dur da, birin qaçılmış. 9. 9. Bir dənə də özüdür. Yəni ortada qalan hissədir. Özünü Həmişə də çalışın tanımır. ki, burada çox sayda kəsiksinlər. Yəni qapalı sayı çox olması üçün birini düz çəkdiniz, o birini yan keçirdin, diaqonal. Məsələn, baxın belə. Mən düz bucağını belə çəkirəm. İndi burada biraz bunu içərdən keçirdərdim bir saniyə. Bu möhtəşəm rəsmimlə bunu çəkə bilsəm, vəsiyo. Bu da buradan belə. Bu axırıncını biraz daha yaxşı çəkə bilərdik məncə. Hardasa buradan belə. Gəlin indi sayaq. Ölçü fərqi yoxdur ki. Burada baxın 1, burada 2, burada 3, burada 4. Bir yaddan çıxdı 5. Bura 6, bura 7, bura 8, biri də böyük ortadakı 9. Olacaq 9. Bu aydın oldu yoxsa necə? Müəllim, bəs şəkil nə əlaqə? Necə? Şəkil niyə veriblər bə? Başa düşmədim. Çəki nə əlaqə? Nümunə Aydın olaraq olmadı. verib, nümunə olaraq verib. Hə, nümunədir, o nümunədir. For example. Yaxşı, bunu bildik də, aydın oldu, düzdür. Üç bucaqda neçə olacaq? Şəkil mənim suallarıma sizin cavablarınızda heç bir əlaqəsi yoxdur. 5 dənə. Yox, 7 dənə. 7. Üç bucaqda da Yahudilərin gerib yanınıza salın simvolu. Birini düz çəkirsiniz. Bu yaxşı gəlib gözümüzə görünməyəcək. Birini düz çəkdiyi bu formada. Yeni də tərsi qoyacaq. O birini də tərs qoyursunuz. Olur bu, dediyim kimi, Yahudilərin o gerbinə oxşar bir şey. Masonların Yoxsa mən- festivalı. Rəsmim çox möhtəşəmdir. Oxşar inşallah. Bunları Gəlin sən çəkəndə baxın. müəllim, hansı, yəni nə cür formada çəkiriksə, yəni Nə nəticədə eyni çəkirsən tapılır. çək. Görsən, yəni məndən pis çəkməsə yəqin ki, rəsmən pis olan mənəm. Ən yaxşısını çəkmişsən müəllim. Aydın oldu bu. Nə yaxşı tərəf istədim Səma. 5-i bildikdə yəqin ki, buradan sıxıntısı sualı olan. Tamam, davam edə bilərik. For example sözünü deyirdim müəllim. Hə, məntiq müəllim olsa da sizin ingilis müəlliməcən yaxşıdır mənim ingilis dilim. Gəldik. Bu 15-dəki sözləri tapın. Bunu 2 gündür soruşuram, elə özüm deyirəm ancaq. Burada 2 dənə Azərbaycanlı müəllimimiz var. Kimdir onlar? Mərziyə və Leyla. Gözləyirik sizdən bunları. A variantı sürvədir. Sağ olsun birini dedi. Damotudur, it burnu. Mən Bioloqumuz da var. İlkərdiyə gəlsin. Bunlar hamısı sənin ixtisasındır. Deyil nədir? yeni şamdır. Damotudur. Bir bitki var. İtburnu var Yemişəm burada. mən, yemişəm. Bu Yemişan. yemişandır. Bu B damotudur. variantı. Hə. Yeni üşərsən bilərsən. Müəllim Hər gün bundan danışmırsınız. Müalicədir bu da, müalicə. Mənim B Sürvə, variantı dam otu, unutuldu. yemişan, dam otu, sürvə, dam otu, yemişan, itburnu hamısı bitkidir, müalicə ümumiyyətlə ayrı şeydir də. Ona görə olacaq orada müalicə. Yəqin ki, burada sualımız yoxdur. Yaxşı, bir dənə də yazı sual var orada, onu deyim. Bu. 9. Bir dənə axıra kimi oxuyun, indi bunu özüm yazacağam. 29-a baxırıq. Yəqin ki. Deyir ki, bunu vuranda və 9-a böləndə alınan qalığı tapın. Belə sual görən kimi çoxunuz qaçırsınız ki, ayda riyaziyyat.
Yəni düzdür, bu arada cavab 6-dır. Amma bunu inan ki, riyaziyyatla çox da əlaqəsi yoxdur. Azdan çoxdan vurma bilirsənsə, bunu hamınız yaza bilərsiniz. İstənilən sual üçün, yəni burada sırf 9-dan söhbət getmir də, bundan söhbət getmir. Vur demir, vur getsin də. 27K-nı vuram 3T-yə. Nə olacaq burada? 81 KT. 81 vurulsun, K vurulsun T. Sonra 27K-nı 7 heç vurub böyütməyin. Olacaq belə. 27 vurulsun 7 vurulsun K. Üstə gəlsin. Sonra 6 3T-yə vurdunuz, oldu 18T. Və 6-nı 7-yə vurdunuz, oldu 42. Bunun 9-a bölünməsindən söhbət gedir. Hamı qarşıdakı ayda bunun 9-a bölünmək var. Amma bunu sənə demiş 9-a böl cavab tap. Deyir ki, 9-a böləndə alınan qalığı tapın. Gəlin ayrı-ayrı baxaq. Bura fikir verirsiniz. Bu 81 KT-də zaten 81 9-a bölünür. Buradan qalıq qalmayacaq. Bu 81 KT deyil. 81 vur K vur T. Böl 9. Zaten bu bölünür də. Burada 9 edir. Olacaq 9 KT. Burada qalıq qalmayacaq. Həmçinin burada 27 bölünür. Burada da qalıq yoxdur. Bu tam bölünür. Burada 18 bölünür. Qalıq yoxdur bunların heç birində. Amma 42 9-a bölünmür. Deməli bir dənə qalıq buradan çıxacaq. 42-ni bölürsən 9-a, 42 böl 9. Bu nəqin hamınız bölə bilərsiniz də. 4, qalıqda 6 edir. Məndən nəyə soruşurdu qalığı? Cavab neçə oldu? 6 da oldu Y variantı. Müəllim, bu şərt həmişə ödəyər. Elə mən sadə olaraq elə başlayan kimi deyim, K-ya 1 kiçik ədədlə olaraq T-yə də 2 verdim, alındı. K-ya 1 T-yə 2 ver. Heç onlar maraqlı deyil, onlarda rəqəm vermədim. K-ya 1 T-yə 2 ver, hesabla getsin. Elə Amma çox böyük. K-ya 1 ver, ona 2 ver, onu hesabla getsin. 27 üstü 6, 33-ü gərək vurasınız. 13-ü. 13-ü, hə. Onu da sonra 9-a bölsün. Çox böyük onda. Amma elə belə görürsünüz, zaten bunlar bölünməlidir. 29 alınır, 429-da 9-u mən Hamı aydındır bu. 29. Düzdür, mən onu onlayn dərsdə izah etmişəm o tipdə sual. Amma yenə də baxaq, bu baba nənə sualı var. Bir dəqiqə. Samir yox. Hani bu nənə? Hə. 11. 11 oxuyun sonra yazaq bir yerdə. Yaş məsələsidir. Siz onu oxuyan kimi mən burada özümə yazmağa yer tapam. Oxuduq da yəqin ki. Deyir ki, nənənin yaşı, nəvələrin yaşları cəmindən 21 yaş çoxdur. Mən xəbərim yoxdur neçədir. Tutaq ki, nəvələrin yaşları cəmi x yaşındadır. Nənə də bunlardan 21 yaş böyüksə, nənənin də x plus 21 yaşı var. Bu hal-hazırki vəziyyətdir. Məsələn, tutaq ki, uşaqların hamısı bir 30 yaşı varsa, nənənin 51 yaşı var. 3 il sonra, 13 deyil, 14 deyil, nənəsən səhv görmüsən. 3 il sonradan söhbət gedir. 3 il sonra. Getdik 3 il sonraya. Aradan 3 il keçirsən, mən bunu düzdür 14-dür. Bunu dəfələrlə demişəm. Zaman hamıya eynidir. İrəlidə də, geriyə də hamıya eyni işləyir. 3 il sonra hamı 3 yaş böyüyür. Nənə 3 yaş böyüyür, axı bunun üstünə bir 3 gəlirsən də. Nənə neçə yaş olacaq? X plus 21 üstə olacaq X plus 24 yaşında. Bu nənənin yaşıdır. 3 il sonraki. O ki qaldı nəvələrə. Bunun neçə nəvəsi var bilmirik. Tutaq ki bunun A saylı nəvəsi var. Əgər 3 il sonradan söhbət gedirsə, hərəsi A yaş böyüyəcək. Məsələn, tutaq ki 4 dənə nəvəsi varsa, hərəsi 3 yaş 12 yaş. 5 nəvəsi varsa 15 yaş. 2 nəvəsi varsa 6 yaş. İndi bunun A dənə nəvəsi varsa, hərəsi 3 yaş böyüyür də. Olacaq onda belə. X üstə gəlsin, A dənə nəvə, hərəsi 3 yaş. X üstə gəlsin 3 sam. Və bizə nə deyir? Bundan sonra artıq nənənin yaşı, nəvələrin yaşları cəmindən 18 az olacaq. Nəvələr yaşları cəmi bu deyil. Bundan 18 az. Deməli, bundan 18 çıxırsınız. X üstə gəlsin 3A, çıxılsın 18. Nəvələrdən 18 çıxanda nənəyə bərabərdir. X plus 24-ə. X-lər getdi. 18 bu tərəfə müsbətlə keçdi. 3A bərabərdir 42. A da olacaq 14. Deməli, bu nənənin 14 dənə nəvəsi var imiş. Bu 21. Bəs aydındır. 21 deyilsən neçədir? 10 neçədir? Bu aydındır yoxsa necə? Biz 3 aya niyə vurduq onu? 3 aya yox, 3 ilə vurduq. 3 il sonradırsa, məsələn, tutaq ki, 2 dənə nəvəsi yoxdur. 3 il sonra 6 yaş böyüyəcək bunlar. Hərəsi 3 yaş. Biri böyüyüb, bunlar donub qalmış, üstünə 3 gəlin. Neçə dənə nəvəsi varsa, hərəsi 3 yaş böyüyür də. Ona görə 3-ü vurdum saylarına. 10 dənə nəvəsi varsa 30 yaş. 14 dənə nəvədə 42 yaş.
Mərziyə sən nəsə soruşurdun? Həmin Sualı şeyi olan. soruşdum mən də. 3-ə vur, niyə vurduq? İndi aydın oldu bu hamıya. Bəli. Müəllim, mən tənliyi quranda eyni qurmuşam. Prosta orada 3 Aha. saniyə ikisindən qurmuşam. Ona görə alınmırdı. Ona da 3x yazmısan? Hə, elə bil 3x çıx 18 belə bir tip bir şey yazmışam da. Yox, yox, o səhvdir o. Hə, bəli. Yaşları cəmi 3-ə vurmursan ki, bunlar hərəsi 3 dəfə böyüyür. Əgər sual yoxsa davam eləyək. Yaxşı. Deməli, burada buna baxırıq. İndi bu 24-ü oxuyun. Bu asan sualdır. Sadəcə bir dəfə axıra kimi oxuyun, sonra bunu mən izah edeyim də. Birbaşa özüm deyəndə o çox da effektiv olmur. 24. Adımı da Roza. Bunu da deyim, bu PDF ilə bağlı bu qədər. Sonra keçirik digər PDF-ə. Yəqin artıq oxuduq da bunu axıra kimi. Bayaqki sualına oxşanda sadəcə bu daha rahatdır. Müəllim elə bil hər dəfə kağıza oradan tələb edir ki, şagirddən kağıza bədəd yazsın. Məsələn, birinci yazı 2157. Müəllim deyir ki, bunların heç bir istifadə olunmayıb. Heç bir istifadə olunmayıbsa, onda sən 2-ni, 1-i, 5-i, 7-ni harda gördün çıxa bilərsən. Variantlara baxıram. A-da 5 var, at getsin. Sonra Y-də 7 var, at getsin. B-də 5 var, at getsin. Çünki 2, 1, 5, 7 yoxdur. 2, 1, 5, 7 yoxdur, bunu okey bildim. İkinci nədir? 4583. Deyir ki, bu nə müəllim, rəqəmlərdən 3 istifadə olunub. Sən axı bilirsən 2, 1, 5 yoxdur. Deməli 5, 7 yox, 5 yoxdur da. İstifadə olunan 4, 8, 3-dür. Və daha sonra nə deyir? Hər üçü yanlış yerdə yazılıb. Məsələn, tutaq ki, 4 əvvəldə olmayacaq, 4 ortada olacaq. Nə bilim, 3 əvvəldə olacaq, 8 axırda olacaq. Yerləri səhv. Sonra bu yazıq uşaq 7834-dir. Və müəllim deyir ki, 3-ü düzdür. Çünki 7 zaten yoxdur, 7-ni bilirəm ki, 7 olmayacaq. 8, 3, 4 düzdür və ikisinin yeri doğru yazıb. İki dənəsinin yeri düzdür. Məsələn, tutaq ki, 8 burada olmalıdır. 4 axırda olmalıdır. Cavab bəs niyə C deyil? Çünki baxsaq, C-də 3-ünün də yeri eyni qalıb. 8-ə baxın, burada ikinci yerdədir, burada da ikinci yerdədir. 3-ə baxın, üçüncü yerdədir, burada da üçüncü yerdədir. 4-ə baxın, burada axırıncı yerdədir, burada axırıncı yerdədir. Bunları çıxırsınız. Burada ola bilər ancaq və ancaq A variantı. Çünki baxın, yalnızca 8 ilə 4 yerindədir. 9-dan zaten xəbərim yox idi. Bu 4-cü rəqəmdir. Və 3-ün də yerini dəyişib. 2 dənəsi yerində qalıb. 8 və 4. Deməli, cavabımız olacaq 38, 94. Bu da hamıya aydındır, yoxsa necə? Görsən aydındır. Ümumi nəzərə yetim görüm şey qalmasa davam edək. Müəllim, bir də çox burada. üzr istəyirəm. 28-ci testə baxa bilərik. Çünki sınaqda var idi, elə bir şey yaza bilmədim, elə ancaq üzünə 28. baxdım. Bu arada niyə mən qeyri-aşkara falan baxmıram? Çünki bunlar hər dəfə dəyişir deyəndə, ona görə də burada çoxdan üstünə dayanmıram. 28-ə baxaq, sıxıntı deyil. 28. Bunu bir baxın sonra deyim. Çünki çox da problemli bir şey deyil. Sıra ilə baxırsınız. Birinci sıra, ikinci sıra. Yəni birinci sətir, ikinci sətir. Deyim müəllimə. Hə, de. Birincisində 3-ə vurub üstünə 1, sonra 3-ə vurub üstünə Aha. 2, üstünə 3. İkincisində də ikinciyə baxmamışdım mən, istəmirəm. Bax, ikinciyə mən bunu yazana kimi 3-ə vurub üstünə 3 gəldin, 3-ə vurub üstünə 4 gəldin. 9-dan qutarıb üstünə 4 gəlsən, 3-dən qutarmalıdır. Olacaq 463. İkincisinə 4-ə vurur, 1 çıxır, 4-ə vurur, 2 çıxır, 4-ə vurur, 3 çıxır, 4-ə vurur, 4 çıxır. Axırı 6 ilə qutaracaq, 4-dən qutarsan, axırı 2 ilə qutarmalıdır. Axırı 2 ilə qutaranda 9, 12 var da, orada B variantı. Aydın oldu, yoxsa necə? Bəli, müəllim, aydın, çox sağ ol. Sual yoxdur. Mən nəzər yetireyim. Burada bir 33 var. Bu çox qarışıq görünür, amma əslində sadə sualdır. Çətin şəkillərdə belə qəribə şəkillər gördüksə, asan bir şeylər fikirləşin. ABC soruşmur. Birinci tapın ki, bunlar hardadır? B buradadır. 2-yə vura-vura gedir. Hə. 16 2-yə C vura. buradadır, A da buradadır. B-ni tapanda fikir verin. 1, 2, 4, 8, 16, 2-yə vurdum 32. Bu oldu B. Sonra C-ni tapanda baxaq bura. C-nin tapılmasına. Burada da ikili adlı kimi baxarsınız. 2 kimi baxsanız 1 var, 2 var, 4 var, 7 var, 11 var, 16 var, sonra C var, sonra 29 var. Siz burada yazın. 1, 2, 4, 7, 11, 16, sonra C, sonra 29.
Nə baş verib burada? Deməli, 1 artdı buradan bura, sonra 2 artdı, sonra 3 artdı, 4 artdı, 5 artdı. İndi 6 artdı. Bu neçə olmalıdır? 22, sonra da 7 artacaq təbii ki. Deməli, burada oldu 22. Əsas məsələ A-nın tapılmasıdır. A ilə bağlı fikri olan var. 4-dür müəllim. 4 deyil, o 23'dür. O biraz çox qarşıdır. İnanmıram ki, bir şey düşsün imtahana. Necə tapır onu? Məsələn, A-nı tapmaq lazım olanda bir də bu billərə baxın. Bu mərkəzdəki 5-lə kənarlara toplayıb 3-ə bölür. Məsələn, baxın, bunu biraz azalda, bu çox orada düşəcək. Bu 5-lə bu 1-i toplayır. 6 böldüz 3-ə 2. Burada baxın, məsələn, 3-ü tapmaq lazım deyil. 5-lə kənarındakı 4-ü toplayır. 9 böldüz 3-ə oldu 3. 5-lə 16-nı toplayır. 21 böldüz 3-ə 7. İndi gəldim bura. 5-lə 64 topladım. 69 böldüm 3-ə eləyəcək 23. Yəni, ortadakı ilə kənar tərəfini toplayıb 3-ə bölür. Bu bəs hamıya aydındır, yoxsa necə? Sual yoxsa davam eləyək çünki. Tamam. Burada, baxın, heç görmədiyimiz bir şey. Əslində gördüyümüz bir şeydir. Sadəcə bunu təbirlər qarışdırır. Burada hansı olacaq? 40-da yəni. 40-a baxırıq. Adı da mənim Bəşər Şərbət. Bəşər şərbət. Şər ortaya yazsaq, yəni elə bir şey yazmalısınız ki, burada birincinin ortası olsun, ikincinin əvvəli. Bu bədir, sonuna yazsız olacaq bəşər. Bu da bətdə axı, əvvəlinə yazsız olacaq şərbət. Bununla bağlı sual olan. Tamam, burada bu qədər kifayətdir. Mən Dediyim kimi- mübtəla oldu. Necə? Mübtəla 35-dəki. Müftəla alüdədir də, alüdəçi. Nəyi filan şey müftəlasıdır, alüdəsidir, əddiqdir. Aydın oldu. Bəli, bəli. 3 dildə dedik, müftəla ərəbcədir, alüdə bilməm nə dilindədir, ingiliscədə dedik. Qayıtdıq, indi bugün yazdığımız təkrar materiala, mən PDF-ini tapım. Okay. Deməli, burada elə uzağa getmədən birinci sualdan baxırıq, başlayırıq. Əslində bu sualı birinci tur bizdə olanlar, biz birinci tur 3-cü sınağa bunu salmışdıq. Amma yəqin ki, yaddan çıxıb. Deməli, burada məsələ nə ibarətdir? Adi şifrədir. Bildiyimiz şifrə. Asan olur. Necə hərflər kodlaşdırılır, bu da eynidir. Sadəcə bizə burada deyir ki, aşağıdakı ifadələrdən hansının əlavə edilməsi verilmiş bütün hərflərin kodunu tapmağa müəyyən etmək kifayət eləmir. Onda mən buna bildiyim şifrə kimi baxım, sonra onu fikirləşərəm hələ. Bu aklına gəlir. Hələ mən bunu bildiyim şifrə kimi baxım. Sadəcə burada hərf-hərflə şifrələnir. Yəni hərfə uyğun baxmalıyıq. Şifrədə nə edirik? Birinci sıraya baxırdıq, ikinci sıraya baxırdıq, üçüncü sıraya baxırdıq, tapmağa çalışırdıq ki, görəsən nədir? Məsələn, sona baxsaq, sonda 4 dənə r var. R. 4 dənə n var. Deməli, bu r-ların kodları n-dır. Tək qalan burada l yazıqdır, burada ş yazıqdır. Onda mən artıq avtomatik bildim ki, orada səfil sözünün kodu latışdır. Səfilin kodu, bu birinci turda izahım bunu olmuşdu. Sınağa salmışdıq biz. Səfilin kodu latışdır. Bu heç bunu bildik getdi. Sonra orada səfillə səfirə baxın, bir-birinin eynisidir. Təkcə fərq, burada birində r-dır, birində l-dır, axırlarında fərq var. Onda sizcə səfirin kodu hansıdır? Latın. Latin. Eyni şeydir də, bir dənə axırı fərqçi olacaq latın. Bu ikisini artıq tapmışam. Səfir tapıldı, səfil tapıldı. İndi gəlirəm hara? Var əsgər, əsmər, hünər. Əsgərlə əsmərə baxıram ki, birə-bir eyni şeydirlər. Bir ortada fərq var. Ortada burada g-dir, burada m-dır. Deməli, bunların kodları bir-birinə çox oxşamalıdır, bir ortası fərqli olmalıdır. Sizcə bunların kimin kodu? Bu latış getdi, latın getdi, səfir getdi, səfil getdi. Bunların ikisinin kodu hansı olacaq? Aldan Alban. Aldan Alban. Çünki baxın burada. D fərqi var, bu fərqi var. Onda bu yerdə qalan yazıq, hünərin də kodu əfqandır. Hətta hünəri əvvəldən də baxa bilərsiniz. Mən axırdan başladım. Əvvəldən də başlasaz, 2 dənə ə, 2 dənə s var idi, h tək idi. Əvvəllərə baxsaz, 2 dənə l, 2 dənə a var, ə tək. Deməli, hünərin də kodu əfqandır. Hər şey tapdım. Tapa bilmədiyim nədir? Əskərlə əsmərdən hansı aldandır, hansı albandır? Bunu tapa bilmənin səbəbi nədir? Çünki mən bilmirəm ki, g-la m-dan hansı d-dır, hansı bu-dur. Bundan xəbərim yoxdur. Mən bilsəm ki, g nədir, m-ını da biləcəm. Və ya d nədir, b-ını da biləcəm. Sadəcə biri lazımdır mənə. Bəs sualda nə deyir bizə? Sualda deyir ki, aşağıdakı ifadələrdən hansının əlavə edilməsi
verilmiş bütün hərflərin kodunu tapmağa müəyyən etməyə kömək eləmir. Yəni, kömək eləmir ki, tapa bilək biz. Mən də tapmalıyam G-ni, M-ni, D-ni, B-ni. Dördündən birini tapsam hər şey hazırdır. A-da nədir? A-da bizə verib ki, Y çoxluğunda sürmə sözünün və Y çoxluğunun qarşılanması. Sən sürməni bilsən, avtomatik nəyi biləcəksən? M-ni. M-ni biləndən sonra okey, bunu bildinsə, yerdə qalan da zaten G-dir da. Yəni, bu kömək eləyir. Sürmədə M-ni bildinsə, tapıldı. B-də nədir? Y çoxluğunda nabat və qarşısı. Nabatda nə var bəs? B. B-ni bilsən, avtomatik D-ni də bildin. Hər şey tapıldı. C-də yenə baxın, balta var. Baltada yəni B var. B bildinsə, hər şey hazırdır. D-yə baxıram, sərgidə nəsi var burada? G hərfi. G-ni bildinsə, M da hazır, hər şey tapıldı. Amma Y-yə baxın, Y-də yazıb tanış. Tanışda nə G var, nə M var, nə D var, nə də B var. Heç nə tapa bilmirəm mən burada. Bu mənə kömək eləmir ki, mən bilim orada əskərlə, əsmərdən hansı aldandı, hansı albandı. Cavab bunda hansı oldu? Y variantı. Bu indi aydındır, yoxsa necə? Var sual olan? Yoxdur deyəsən. Bir də bu Dimin öz sualıdır. Burada sizcə cavab hansıdır ki də? Yəqin ki, bir dedə eyni fərqli əks mənalıdır. Bəs sizcə cavab hansıdır? B variantı diferensiyasiya D inteqrasiya. variantı müəllim. Eyni fərqli bir-birinin əksidir. Diskriminasiya ayrı seçilik ikisi eyni şey deməkdir. Diskriminasiya ayrı seçilik ikisi eyni şeydir. Sonra C-də mürtəci mütəddid ikisi eyni şeydir. Epidemiya, pandemiya, yəni orada da bir-birinə yaxın. Ümumiyyətlə onların heç yaxınlıq uzanlığı yoxdur. Epidemiya, pandemiya ayrı şeylər də olar. Epidemiya yayğındır, yəni yayılmış xəstəlikdir. Pandemiya nəyisə ayrı şeydir o. Məzəmmət, tənqid bunlar da hər ikisi bir-birinin əksidir. Cavab orada B variantı, diferensiyasiya, inteqrasiya. İnteqrasiya ilə bir nəyəsə uyğunlaşma falan, diferensiyasiya nəyəsə ayrılması. Yəni bir-birinin əksi də olar. Cavabımız olacaq B variantı. 2 ilə bağlı sual olan yoxdur. Gəldik 3-ə. Mən 3-ə baxaq. Hə, elə 3-ə baxırsınız. Uşaqlar, burada mən bir dənə kömək edeyim. Bir dənə bunu baxaq, sonra başqa birini göstərəcəm. Bunu tapmaq çox çətindir. Çünki adam fokuslanır. Məsələn, 2 ilə 5-ə baxırsan, 2-də nədir? Sait, 5-də sərt. Sən sait, sərt fikirləşirsən. Bunları tapmaq istəyirsinizsə, orada neyinin? Hərflərin sırasını qarşılayıb normal anagrama çevirin. Məsələn, saitlə sərtin hərflərini götürün, qarışdırın bir-birinə anagram olsun. Məsələn, A variantını götür, yaz belə. Nə bilim, S ilə başda qarşıda hərflər bir-birinə. Hamısını yaz, yaddan çıxmasın nəsə. Tutaq ki, nə bilim, sonra Ə olsun, sonra T, nə bilim, R, bir dənə də S, A var, I var. Nə yazmadı? T iki dənədir. 8 dənə hərfidir, 8-ni yazdım. Sətr sayt yazdım mən bura. Nəsə, bunu biraz yaxşı qarışdırın, mənim kimi eləməyin. Məsələn, kitab can deyil. Bunun hərflərini qarışdırın bir-birinə. Məsələn, C ilə başda, sonra nə bilim A, sonra nə bilim K, T, B, nə bilim N, A 2 dənədir, I var. Yəni belə bir şey. Hamısını qarışdırın bir-birinə, sonra anagram kimi baxın. Çünki insan beyni istər-istəməz orada fokuslanır, nə bilim kitabcana, nəyə filan. Onu qarışdırın, sonra burada söz tapmağa çalışın. Bəlkə belə tapdınız. Düz belə çətindir. Və orada mən 2-4 yazdım, çünki düzgün cavab 2-4-dür. 2-4-ü qarışdırıram, saytla narı. Məsələn, S, elə A qalsın, nə bilim, sonra T, nə bilim, N, I, R, bir dənə də A var. 7 hərfdir də, vəsə. Sizcə indi bu nə sözüdür? Nasatrin. Nə? Yox, o deyil. Naşatrin dedim də, sən naşatrin deyil. Uşaqlar, bir də burada bir şey deyim. Satrin olar, asatrin. Asatrin, yox. Xüsusi isim olmaz. Kimsə dedi deyəsən. Sanitariya. Sanitariya yası yoxdur axı, sanitar. Sanitar. Hə, sanitar. Bu sanitar sözüdür. Sanitar sözü xüsusi isimdir. Yox, deyirəm xüsusi olmaz. Məsələn, orada kimsə naşatrin dedi. Yəni dərman adıdır, maşın adıdır, adam adıdır, bunlar olmaz. Məsələn, birinci turda sizdə layihə götürdülər Amma cavabı. orada xüsusi isim olduğunu demir axı. Yox, sadəcə ümumi işlək söz olmalıdır. Birinci turun qəbul sualını deyirəm. Cavab layihə götürdülər. Orada marxal da var idi. Marxal əslində dəsəm şəkildə dağ adı falan olmalıdır. Həm də orada məşhur restoran falan. Yəni marxal əsasında şəkil telefon uşaqlar hamısı marxal yazmışdı. Amma cavab marxal götürmədi, layihə götürdü. Çünki marxal xüsusidir. Layihə ümumi bildiyimiz bir şeydir. Cavab olmalıdır layihə. Bu birinci turun qəbul sualıdır. Müəllim, bu sualın cavabını yaza bilərsiniz. Bunun cavabı oldu sanitarda 2-4 D variantı.
Tanış, bəs Burada. asatrin bilmədim. Asatrin yox, asatrin nədir ki ümumiyyətlə? Mən asatrin sözünü birinci dəfə sizdən eşitdim. Asatrin balıq növü. Balıq adıdır. Yəni Azərbaycanda Google elə bir şey var. Böyle Necə asatrin bilmirsən? yanı Mən Google yazdım bahalı balıqlardan biri asatrin balığı Yox deyirlər. müəllim, Yox, nərə Azərbaycanda doğru da o var, var. yoxsa yox, bunu məlumatım bizə. Asatrin, Google-a tərcih edən ChatGPT yazar görən asatrin nədir? Asatrin. Nərələr? Yox deyə burada bir şey tapır. Qorxulu balıq növüdür müəllim məncə. Müəllim Asatrin balığı adı deyil, müəllim olsun. Onu da olsun saymayacaqlar. Asatrin olsun saymayacaqlar yenə. Azərbaycanda yoxdur elə bir söz deyəsən. Çünki Yoxdur. Azərbaycanda tutmur. Sonra bu qeyri-aşkar uşaqlar, bu qeyri-aşkarı mən dedim, o bir 10 siz tapasınız. Bu da heç. Amma 6-ya baxaq, çünki 6 biraz fərqlidir. 6. Tapan var nəsə orada? Bayağı çətin sualdır bu arada. Müəllim bir dənə baxaq bir dəqiqə. Baxın, baxın. Bu arada bayaq kimi sırayla baxmırsınız. Biraz kömək, joker haqqımızı istifadə ilə yuxarıdan aşağıdan almağa çalışırsınız. Deyim mən. De. İkinci rəqəmi birincinin üstünə qoyuruq, tərsinə çeviririk. Hə, düzdür, aferin. Baxın, yazır belə. 4 qüvvətində 2. Neçəyir bu? 16. 16-nın tərsi. Sonra 3 qüvvətində 3, 27. Tərsi burada. 2-nin 5-ci qüvvəti informatikadan keçmişsiniz. İnşallah ki, bilirsiniz ki, bu 32 eləyir. Tərsi. 6-nın kubunda mən bunu birinci dərs bütün qruplarda demişəm. Bu 2 əzbərləyin bunları. 216-nın tərsi eləyəcək 612. Bu aydındır hamıya. 7-ni də tez deyim keçən. Uşaqlar 7-də həmişə burada fiqurun tərəflərinə belə bir şey gördürsə, toplama olar, çıxma olar, vurma olar, bölmə olar, amma fiqurun tərəfindən istifadə edir. Bir dənə dairə diqqət olun. Dairə başqa bir şey ola bilər. Çünki dairənin tərəfi bilinmir də nədir. Burada nə edir bəs? Əgər normal bildiyimiz fiqurdursa, fiqurun tərəfindən vurur. Məsələn, 1-dən 3-ə keçəndə 3 bucağın içində daxı bu. Baxın, bu 3 bucaqdır. 3 bucağın içində deyən 3-ə vurdu. Sonra 5 bucağın içində deyənə 5-ə vurdu. Amma 15 necə 7 onda 5 alındı. Dairənin içində olanda, əgər dairə varsa, 2-yə bölür. Sonra 6 bucağın içində deyənə bura 6-ya vurdu. Yenə dairənin içində deyənə 2-yə böləcəm, olacaq 22 onda 5. Sonra kvadratın içində 4-ə vuracam, 90 alınacaq. Bu aydındır yoxsa necə? Tamam o zaman. Gəldik 8-ə. Əgər azdan çoxdan dərsə qulaq asmısınızsa, şifrələrdə, şifahi sualdır. Neçədir bunun cavabı? Yaddan çıxıb. 3 sadə imtahandır. 9 vurulsun neçəsi olmalıdır səhv eləmirəmsə? Neçəsə. Allah bilir neçəsə. 9 vurulsun nəsə. 3 rəqəmlidən tərsin çıxanda orta həmişə nə olurdu? 9. Ədəd, rəqəm fərqləmək sizin. Bəs kənarların cəmi neçə olurdu? O da 9. 3 rəqəm ədəddən tərsin çıxanda orta həmişə 9, kənarların cəmi 9. Onda elə K Hüseyin bu 9-dur. El də zaten birbaşa 9-dur. 9 vur 9 eləyər 81. Bu aydındır yoxsa necə? Tamam. Bəs 2 rəqəmdən tərsin çıxanda nə baş verirdi? Nə olurdu burada? İmtahana az qalıb, təkrar, yaddan çıxıb hamısı. Yerinə qoy. 2 rəqəmdən Həm tərsin adam çıxanda... B-ni çıxırdıqsa, B-dən A-nı çıxanmırdı. B-yə 2 rəqəmdən tərsin çıxanda Günay 11 nədir? Alınan ədədin rəqəmləri cəmi 9 olurdu. Bunların rəqəmləri cəmi 9 olmalıdır. 2 olmalıdır 9. İstənilən birini çıxın yoxlayın. İstənilən 2 rəqəmdən tərsin çıxanda rəqəmləri cəmi 9 olmalıdır. Bu aydın oldu hamıya yoxsa necə? İnşallah ki. Baxırıq 9-a. 9 çox sadə sualdır, amma bunu qarışdırır yenə tələbələr. Ola bilməz. 11 əmsən, deməsən, səhv eləmirsən. Nə olub burada? Deməli, lövhəyə bir dənə belə bir cədvəl çəkmişəm. İndi lövhə ənəmi qruplar çəkmişdim. Burada elə görürsünüz. Zaten burada belə bir lövhədə tutaq ki, cədvəl çəkilib. Və nədir burada məsələ?
Yazıb orada ki, o cədvəlin ilk 3 xanasını yerləşən ədədlərin cəmi 100-dür. Ortadakı üçünün cəmi 200-dür. Son 3 xananın cəmi 300-dür. Yəni ilk 3 barədə soldan sağa söhbət gedir də. Yəni məsələn tutaq ki, bu üçü 100-dür, o biri üçü 200-dür, sonra 300-dür. Orta xana soruşur ki, orta xanada neçə olacaq? Sizcə neçə olacaq? Bir dəqiqə. Zeynəb düz deyir, 60 olacaq. Niyə 60 olacaq? İlk 3 xananın cəmi neçə dedik? 100. Bu 3 xananın cəmi olmalıdır 100. Onda məsələn bura A deyirəm, bura B deyirəm, bura C deyirəm. İlk 3 xananın cəmi 100-dürsə də bu onu boş verim də. A ilə B-nin cəmi neçə olacaq? 90. Buranın cəmi 90-dır. Sonra deyir ki, ortadakı 3 xananın cəmi 200 olmalıdır. Yəni söhbət bunlardan gedir. Bunların üçünün cəmi 200-dürsə, C neçədir qaranti? 10. 110-dur da. Çünki 200-dən çıxdı 92-dən bura oldu 110. C də 110-dur. Və bizə nə deyir orada? Bizə deyir ki, son 3, yəni sağdakı üçünün də cəmi 300-dür. Söhbət bunlardan gedir. Mən də buradan C-ni silim, yerinə 110 yazım. Tabii də bu 110-dur. Bu üçünün də cəmi 300 eləməlidir. Üçünün cəmi 300 eləməlidirsə 130, 240 burada düşəcək 60. Aydındır yoxsa necə? Belə Sual səhv olan? eləməliyik. Ayrıca misal üçün ilk AB-yə random bir rəqəm qoyub həll eləsək yenə eyni şey ala bilərik. Random Yoxsa rəqəm bu qoysan, yəni 10 dəqiqə o rəqəm qoyacaqsan. Random nə qoyarsan, o nə qədər rəqəm var. Yəni, nə bildin ki, bu 60 olacaq? məsal üçün 90 ilə 80 üçün misal üçün də. Yox, misal üçün çoxdur da, nə qədər misal üçün var. 1.89 var, 2.88 var, 3.87 var. Düz ki, düzəsən. Gör nə qədər misal üçün var. Tamam. Aydın oldu? Hə. Mən bir dənə zəhmət olmasa sonunda qaydasını yenidən deyərdiniz imkan varsa. O 2 rəqəmli ədədlərdə çıxanda tərsini necə dediniz? 9, 3 Hə, rəqəmini 2 rəqəmdə çıxanda alınan ədəd nədirsə, məsələn, bax istənilən bir şey çıxardı. Məsələn, 95 çıx 59. Bəli. Neçə eləyir? 6, burada 3. Bax, rəqəmlərin cəmi 9 eləyir. Rəqəmlər cəmi 9. Aydındır, çox sağ olun. Aydın oldu. Mətnə gəlmirəm. Mətn onsuz sabah yetərincə danışacağıq. Bu da asan sualdır. Bu da asan sualdır. 13-ə baxaq. Neçə olacaq sizcə bunun sahəsi? Bizim riyaziyyatçımız olmalıdır orada. Roz yatmamsan? 13. Şifahi sual olmalıdır. Deyəsən yatıb, səs sualı gəlmir. Roza bu 96 olur. dərsi bilmir. 196 olmur. 392. 392 anar düz deyir. Bu kvadratdır. Orada ola bilər ki, başqa fiqur versin. Düz bucaqlı filan versin. Mən ona görə ümumi halda deyim. Asan halda deyim ki, ümumiyyətlə sahəni başa düşməyən də bunu yaza bilər. Normalda bunun sahəsi tərəfi 14-dürsə, yəni ki, bu qədərini bilirik də. Bu kvadratın soldakının sahəsi neçə olacaq? 196-da tərəfinin kvadratıdır. Bunu elə birincisində keçmişsiniz. 14-ün kvadratı 196. Yəni söhbət bunun sayəsindən gedir. 4 dənə yerə bölməyib, tutaq ki, bura A olsun, bura B olsun, bura C, bura D. Əslində kvadratsa hamısı eynidir. Daha mən düzbucaqlı forması üçün yazıram, tutaq. Və ora mən bunun içərisini çəkirəm, bu şəkli. Eyni kvadratı bura çəkirəm. O zərfi də belə çəkdim, bunu da belə. Var yazaq yerinə. Bura oldu A, bura B, bura C, burada D. Açmırıq. Baxın, bunu yuxarı doğru açsanda bura gələn A-dır. Deyir ki, kənara doğru qatlanıb da. Bunu kənara doğru qatlasan, baxın, bura qatlanan A-dır. Bu bir tərəfə qatlanan bu hansıdır? B. Bura qatlanan C, bura qatlanan D. Hərəsindən bir dənə olanda sahə 192 idi. İndi baxın, A-dan da, B-dən də, C-dən də, D-dən də 2 dənə olubsa, o zaman bizim bu sahəmiz niyə bərabərdir? Sahə bərabər 2 dənə 192-dən, 196 daha doğrusu. O deyəcək 392. 13 ilə bağlı bəs sual olan. Yoxsa davam edək. Tərəzi heç, tərəzini yaz, eyni şeylərə gəlirik. Burada 20-yə baxın, nöqtələrə qayıdacağam. 20 çünki maraqlı sualdır. 20 də birinci turda biz sınağa salmışıq bu dəfə. Baxırıq 20-yə. Nə baş verib orada?
Tapan yoxdur. Müəllim Sadə bir şey gətir. 15 gəlir də üstünə. Necə 15 gəlir? 155 üstə gəl 15, 210 üstə gəl 15. 155-in sonra 5 gəlir 210 eləyir. Yedi cavab. Cavab B Yedi. deyil, yox. 7, 7. Müəllim Y dedim də. Hə, niyə 7? Mən də onu soruşuram. Niyə 7? Bir dənə birinci alınmır, qalanları alınır. Mən B elədim. 55 ilə o tərəf 25, 30 azalır. O birisi 30 artır. Yox, o deyil. Mən zat düz. Uşaqlar, elektron saatdır. Bu yəqin ki, hamımız elektron saat bilir də. Bu 1.55-dir. 15 dəqiqə keçdi, oldu 2.10. 15 dəqiqə keçdi, oldu 2.25. 15 dəqiqə keçdi, oldu 2.40. 15 dəqiqə keçdi, olacaq 2.55. Elektron saat kimi baxırsınız buna. Olacaq cavabımız Y variantı. İndi aydın oldu bu, yoxsa necə? Bəlkə sıxıntı yoxdur. İndi baxırsınız 19-a. 19-a rəng fərqi yoxdur. İndi bu PDF biraz qəribə yığılıb. Orada işıq falan düşüb, qara, boz düşüb. Fərz edin ki, hamısının rəngi eynidir. Yəni, rənglə bağlı heç bir sıxıntımız yoxdur. Hamısının rəngi eynidir. Hamısı qaradır, ağdır. Sənə hansı xoş gəlirsə, yaşıldır. Müəllim, mənim ağlımda bir şey var, deyim onu. Bir ağındakı. Bu arada Zeynəb düzdür cavabı. Birincisi obşi saydı, sonra qabaqda olan bir dənə yazıb, bir də arxada olan bir dənə yazıb. Birinci toplam saydı. Baxın, burada 3 dənə fiqur var, burada 3 dənə fiqur var, burada 4 dənə fiqur var. Sonra da mövqeləridir. Ön, orta, arxa deyə. Məsələn, baxın, bu dairələri nisbətən öndə görürsünüz, hə? 2 dənə. Burada üç bucağın birinin öndə görürsünüz. Bir dənə. Burada da bir dənə bunun öndə görürəm. Olacaq bir dənə. Sonra da sayın yazıb da. Məsələn, 3 dənə fiqurdur dairədə. İkisi öndə, biri arxada. 2, 1 yazıb. 3 dənə üç bucaqdır. Biri öndə, biri ortada, biri arxada. Ona görə 3, 1, 1 yazıb. Ön, orta, arxa. Mən də baxın ki, 4 dənə fiqurdur. Biri öndə, biri ortada, ikisi arxada. Olacaq 4, 1, 1, 2. Bu da oldu A variantı. Bu bəs aydındır, yoxsa necə? Yəni 18-ə baxım, yox, aslında atılmadı. Bir də bunu mən 16 izah edeyim, bunu çünki bugün hamı qarışdırdı. Sizcə burada hansı tərəfə bölür? Bu bölmə işarəsidir, bu heç. Məsələn, bu CA16 yazıb, hansına bölüm? C-ni A-ya, A-nı C-yə. C-ni A-ya. A-nı C-yə deyil, yuxarıda A-nı A böyük C-yə. C göstərir. Hə, uşaqlar kimsə deyir. Bura baxırsınız, nədir? A B-dən, B də C-dən deməli A-nı böyükdürsə, A-nı C-yə bölməlisən. C-ni A-ya böləsən. A-nı C-yə bölmək lazımdır. Suala belə diqqətli olun. Yəni baxır suala deyir ki, görsün ayda mənim A-nı C-yə, C-ni A-ya, A-nı C-yə, C-ni A-ya. Oturub bunu fikirləşirsən. A B-dən, C-dən böyüksə, mən A-nı böyükdə, A-nı bölməlisən bunlara. Yaxşı, gəlin həll eləyək. Fikir verin burada. Buradan başlayayım. B-ni C-yə bölüb C verib. B bölünsün C, C-dir. Buradan yazıram. B böl C, C-yə bərabərdirsə, onda B nədir? C-nin kvadratı. Sonra bu birinə baxın. A-nı B-yə bölüb, hələ ki mən hərflərə baxıram. C verib. A böl B, C verib. Bu B, C kvadratıdır. Düz gətirim yazdım yerinə. Bura C kvadratı yazdım. Bunları da bir-birinə vurdum. Onda nə olacaq bu? A bərabərdir C kubu. İşte bunu bildim. A C-nin kubudur. Və nəhayət ədəd yazılan. Ədəd yazılana fikir versəz, bura A-dır, bura C-dir. A-nı C-yə bölüb 16 yazıb. Yazaq burada. A böl C 16-dır. A da bilirəm də mən C-nin kubudur. Yazaq da o zaman yerinə. C-nin kubu. C-nin kubun 16 böldüm C 16 edəcək. O zaman C-nin kvadratı 16. C deyiləcək 4. C 4-sə farq görəcək nədə? A-la B-nin cəmini soruşmur. 4-ün kvadratı 16. 4-ün kubu 64. Bunların da cəmi 80 C variantı. Buradan bəs sualı olan? Axırın başa düşmədim. C olan hissə var idi, ən son həll elədiniz. Həll düzdür. A-nı C-yə böləndə 16 verməyib. A-nın da yerinə mən yazdım buradakı C-nin kubunu. Hardadır o? Hə. A C-nin kubuydu.
Burada A yerine C-nin kubunu yazdım. Əgər sən C-nin kubunu C-yə bölürsənsə, C-nin kvadrata qalır da. Yəni 3-dən 1 çıxsan qalır 2. C-nin kvadratı 16-dırsa, C 4-dür. C-nin də 4-ünü apardım yazdım ki. Çox sağ ol. Sualı olan yoxdur. Yəni baxın burada bir şey qalmadı burada. İndi qəbullarda mən evi veriləndə 2-3 dənə qarşılıq sual var. Onları deyim, sonra davam edərik yenə. Düz rekorddan atacağım, sadəcə bəlkə rekorddan sizə biraz qarşılıq gəlsin. Onlara baxaq tez bir saniyə. Mən onu da PDF-ini tapım. Birincisi orada usta məsələsi var. Daha doğrusu mühəndis məsələsi. O uşaqlara çox qarşılıq gəlir. 2024-də deməli onu yazan yox idi. Təkdən bir-iki uşaq yazmışdı. Və onu dəyişmək çox asandır. Boşuna cavabını əzbərləməyin. Yəni 5-i 7 eləmək filan. Bir də mən o sual tapım. 2024-də elə 29-cu sual olmalıdır səhv etmirəmsə. 24-cünün PDF-ini tapım. Əgər işləmişsinizsə o sualı görmüş olmalıydınız. Bu variant 6-dır. Hə, buradadır. Bu da 29-cu sual. Ev tapşırığının üzünü açmayanlar 29-u tez oxuyur və biz 29-u yazırıq. Çətinlikdir bu sualı izah eləmişdiniz, başa düşməmişdim. Hə. Bunu İndi dərs başa düşəcəksən məncə. Bayağı lore dildə, yəni sizdən keçən birindən baş soruşsaq, başa düşəcək tərzdə deyəcəm indi. Sürətli müəyyən tapıram kənara, ən asan formada. Yəni bu gün ən azından, bu gün və dünən hamı başa düşüb. Heç normalda riyaziyyat tanrısı olmayan uşaqlarda. Bir dəfə prosta axıra kimi oxuyun, temadan xəbəriniz olsun, sonra baxaq. B deyil, təsadüfən. Uşaqlar, cavab B-dir, tamam. Amma bunu dəyişə bilərik. Məsələn, biz bunu keçənlə sınağa saldıq, cavabı dəyişdik, elədiksə, hamıda səhv yazdım. Çünki dəqiqətdə 10 dəqiqə dəyişdik, cavab dəyişəcək. Məsələn, belə məsələ var ki, onun cavabını dəyişmək biraz çətin məsələdir. O taş yarpaq məsələsi, bayağı çətindir onun cavabını dəyişmək. Amma burada onu dəyişmək çox asandır. O dəqiqən 10 dəqiqə çevir tərəfə olsun cavab başqa bir şey. Oxuduq yəqin. Nədir burada məsələ? Deməli, bir dənə mühəndis var. Ofisini də dəyişmək. Ofisini dəyişmək olur. Məsələn, 9 yox, 8-ci gedişi soruşur, 7-ci soruşur. Onu dəyişmək olur. O çox da sıxıntı var. Mühəndis hər gün saat 8-də vağzalda olur. Zavoddan çıxan xidməti avtomobil onu 8-də götürür, vağzala çatır. Və mühəndisi 8:30-da zavod gətirib çatdırır. Baxın, tutaq ki, kimsə Sumqayıtlı mühəndisimiz var. Bu hər gün gəlir 28-də vağzalda. Bura olsun vağzal. Bu qatarla gəlir, 28-də dəmir yolu vağzalında və bunu buradan bura zavoda aparırlar servisinə. Bu önəmli mühəndislər, bunun arxasınca maşın gəlir. Bu yazıq mühəndis hər gün saat 8-də olur burada vağzalda. Hər gün saat 8-də. Və zavoddan bunun üçün bir dənə servis göndərirlər. Baxın, zavoddan çıxan xidməti avtomobil saat 8-də vağzala çatır və mühəndisi 8:30-da zavoda gətirib çatdırır. Deməli, hər gün bunun zavoda çatma vaxtı neçədir? 08:30. Bura kimi sualı olan. Yoxsa çünki davam edək. Yoxsa deyəsən. Yaxşı. Bəs məsələ nə ibarətdir? Bu günlər, yəni bir dəfə mühəndis vağzala saat 7-də çatdı. Tamam, başqa bir gündür də, bunu birinə qarışdırmayaq. Başqa bir gündür, bura olsun bizim vağzalımız, burada olsun zavodumuz. Qarışmasın deyə burada çəkirəm. Vağzal, burada zavoddur. Evdən tez çıxıb, nə bilim, saatı qarşıdır. Bu günkü səhv qrup, bu gəlib çatıb saat bura 7-də. Saata baxır ki, saat 7-dir və nə edir bu? 7-də çatdı və avtomobili gözləməyərək piyada zavoda tərəf getdi. Və görür, bir saat gözləmədənsə piyada gedim. Yolda onu qarşılamağa gələn avtomobilə oturdu və zavoda həmşəkinə burasına gələrəm. 20 dəqiqə tez çatdı söhbətinə, ora gələcək. Yəni, bu piyada gedir, başlayır getməyə, müəyyən qədər gedir. Tutaq ki, buradan bura kimi gəlir piyada. Bu hissəni piyada gəldi. Piyada. Sonra daxil maşın gəlirdi bunun ardı üçün. Maşın bilmir ki, bu tez gəlir. Maşın öz yolundadır. Maşın gəldi, çatdı buna. Qalan istəsə maşın apardı. Buna da maşınla getdi. Və deyir ki, həmşəkindən 20 dəqiqə tez çatdı. Həmişə 08:30-da çatırdısa, bugün neçədə çatdı bu? 20 dəqiqə tez. 08:10-da. Yəqin ki, burası hamıya aydındır. Çatma saatı oldu 08:10. Bura kimi hamıya aydındır, yoxsa necə? Yəni, sualı vaxtında verin, çünki məsələn axı nəbəsə o gün başa düşməyəcəksin onu. Tamam, bura kimi bildik. Gerisi asandır. Problem nədir? Əslində burada sualda əsas məsələ mühəndis deyil. Əsas məsələ avtomobilin sürücüsüdür.
Bu avtomobil sürücüsü sizdən iraq çox dəqiq adamdır. Həmişə eyni vaxtda çıxır. Həmişə eyni vaxtda çıxır. Eyni yolla gedir, eyni orta sürətlə. Bu adama yağış, qar, külək, tıxac, gecə, gündüz heç nə fərq eləmir. Həmişə eyni vaxtda çıxır, yatıb qalmır. Eyni yolla gedir, eyni sürətlə. Elə bir Teslalar avtopilotla sürür də, eyni sürətlə. Yəni nə qədər vaxtda gedirsə həmin vaxtda qayıdır. Hər gün eyni vaxtda gedir, eyni vaxtda qayıdır. Yaxşı bir dənə sual verim. Bu hər gün saat 8:30-da mühəndisi zavoda çatdırırsa, özü saat neçədə çıxır zavoddan? Yəni bu gedir, bunu götürür maşın hər gün. Bu günə qayıdacaq. Götürür, qayıdır da, düzdür. Hər gün özü zavoddan saat neçədə çıxır sizcə? 8-in yarısı. Hə, 7:30-da. Amma bir şey deyim, siz dediniz sualınız varsa vaxtında verin. Baxın, burada siz dediniz ki, qar, yağış, nə bilim nə, öz vaxtında gəlir çatır da. Yuxarıda amma 8:30-da çatır, aşağıda düzdür, 20 dəqiqə tez çatır. 8:10. Yox, indi bu force majeure halında bu sürücüyə aiddir. Sürücü öz yolunu sürür. Yolda gördü, götürdü, gəldi. Sürücü eyni vaxtda gedir, gəlir. Bu mühəndis tez gəlir. Yolda yazıq gedirdi, gördü ki, mühəndis var, götürdü, qayıtdı. Yəni o sürücülük bir şey deyil ki, mühəndis tez gəlir. İndi burada mən nəyə soruşdum sizdən? Burada soruşdum ki, bu zavoddan neçədə çıxır? Neçə saatda gəlir bunu? Yarım saata gətirir. Əgər yarım saata gəlirsə, özü yarım saata gedir. Gərək bu 07:30-da hər gün zavoddan çıxsın ki, yarım saat geçsin, saat 8-də çatsın bura, yarım saatda qayıtsın, 8:30-da. Yəni bu yazıq sürücü gün fərq eləmədən hər gün 7:30-da çıxır, 8-in yarısı yəni. Bu gün həmçinin yeni saatda çıxır. Çünki burada yazıb ki, həmişə eyni vaxtda çıxıb. Bu yazıq yenə 7:30-da çıxıb. 7:30-da zavoddan çıxıb, 8:10-da qayıdıb. Neçə dəqiqə yolda olub bu? 40 dəqiqə, düzdür. Bunun getməyi ilə qayıtmağı eyni olmalıdır. 40 dəqiqə toplam yolda olubsa, neçə dəqiqə gedib, neçə dəqiqə qayıdıb? Bölürsünüz 2-yə, deməli 20 dəqiqə gedib, maşın, bura 20 dəqiqədir. 20 dəqiqə qayıdıb. 07:30-da çıxıb və 20 dəqiqə gedibsə, piyadə neçədə çatır? 07:50-də. Burası hamıya aydındır, yoxsa necə? Deyəsən aydın, pisiyon. Mən artıq məsələni həll elədim və cavabı tapmışıq. Piyada çatmışdı 07:00-da. Bunlar görüşdülər 07:50-də maşınla. Onda piyada nə qədər yol gəldi? 50 dəqiqə. Piyada gedir 50 dəqiqə. Bəs həmin hissənin maşın neçə dəqiqə gedəcəkdi normalda? Toplam yarım saat getmir buradan bura. Toplam yolu yarım saatdır. 20 dəqiqəsini gəlmişdisə, buradan bura qalan yol neçə dəqiqə gedəcəkdi? 10 dəqiqəyə. Deməli, bu da maşının 10 dəqiqəlik yoludur. Maşın 10 dəqiqə gedəcək. O zaman maşın piyadadan neçə dəfə sürətlidir? 5 dəfə. Bu da olacaq B variantı. Bu indi aydındır, yoxsa necə? Bəli, Kimə aydın deyil? Çünki dediyim kimi, asanlıqla bunu dəyişmək olar dəqiqələrin. Əgər hamıya hər şey aydınsa, çünki davam edək. Tamam. Sual yoxsa, nə gözəl, nə ala. Hamı yazacaq da. Mərzəyə bu səfər başa düşdün inşallah. Səslərə gəlmək deyəsən başa düşmüşük. Bir saniyə, burada bir dənə də şahmat məsələsi olmalıdır. Hə, 12. Burada kombinezon bilməyənlər, ümumiyyətlə riyaziyyat anası olmayanlar var da. İndi bu da kombinezon məsələsidir. Məsələn, mənim riyaziyyatım zəifdir, bu riyaziyyatım riyaziyyatım məsələ olacaq. Gəlin bunu belə həyatla canlandıraq. Baxın, yazıb ki, orada şahmat turnirində 11 nəfər iştirak edib. Hər bir iştirakçı başqa iştirakçılardan biri ilə bir parti oynayıb. Demin neçə parti oynayıb? N vurulsun, N. Ona gəlib gəlib. Tutaq ki, şahmat oynayırıq 11 nəfərik. Mən neçə nəfər oynayacağam? Mən də 11 nəfərdən biriyəm. Neçə nəfər oynayacağam mən orada? 10 dəfə. 10 nəfərlə. Çünki dəli kimi özünü oynamayacağıma görə. Yerdə qalan 10 nəfər oynayacağam. Məsələn, sən də 10 nəfər oynayacaq. Necə? 110. Bunun cavabı 110-dur. Yox, 110 deyil. 55-dir gələn arasına. Ülkər o düzdür, prosta çox uzun gedir. Baxın, asan baxın da. 11 nəfərdən biri mənəm tutaq ki. Mən 10 nəfərlə oynayacağam. Özümdən başqa yerdə qalanlarla. Tutaq ki, orada birinci Anarın adını görürəm çatda. Anar da 10 nəfərlə oynayacaq. Elşad da, nə bilim, Günay da, hamımız. Hamı 10 nəfərlə oynayacaq. 11 nəfərik, hamımız 10 nəfərlə oynayacağıq. Ağlıma gəlir ki, 11-i vurum ona. Çünki 11 nəfər, hamı 10 nəfərlə oynayır. 11-i ona vurduq. Bəs problem nədir? Şahmat neçə nəfər oynayır? 2 nəfər. Qarşılıqlı baş verən hadisədə bu.
Ona görə bunu 2-yə bölməlisiniz. Çünki şahmatı dəyişmə özüm oynaya bilmərəm də. 2 nəfər oynamalıyıq. Tutaq ki, deyirəm, mənlə anarla oynayıramsa, bir dəfə mən sayıram bunu anarla, bir dəfə anarı məndən sayır. 2 dəfə sayırıq eyni oyunu. Halbuki ikimiz oynamışıq ha. Ona görə 2-yə bölürsünüz. Burada anarıq 2-yə bölməyəcəksiniz. Elə 11 vuracaqsınız ona. Məsələn, tutaq ki, deyir ki, qrupda 11 nəfər var. Hamı bir-birinə hədiyyə alacaq. Doğrusu hamı hamıya hədiyyə alacaq. 11 nəfərdən biri mənəm, 10 nəfərə hədiyyə alacağam. Hamı 10 nəfərə hədiyyə alacaq. Hədiyyəni qaytarmırıq ki, verdim qaldı onda. Deməli, burada 11-i vuracaqsan ona. Ümumiyyətlə, burada neçə nəfər olursa olsun. Məsələn, tutaq ki, 15 nəfərik sinifdir. Deyirik ki, ilin axırında, məsələn, tutaq ki, ayın 10-u hamı öz çəkini çıxartıb yoldaşlarına paylayacaq ki, xatirə qalsın. Mən 15 nəfərdən biriyəmsə, 14 nəfərə paylayacağam. Hamı 14 nəfərə paylayacaq. Olacaq 15 vurulsun 14. Yəni, orada n nəfər, yəni x nəfər belə deyək. X nəfər bir nəfər kiməsə hədiyyə verirsə, şəkil verirsə, yəni qarşılıqlı proses deyilsə, sadəcə x-i vurursan, x çıx 1-ə. Bir dənə azdan, çünki öz-özünə vermir də. Yox, əgər qarşılıqlı prosessə, məsələn, şahmat oynayırsa, şaşqı oynayırsa və ya görüşürsə, iki insan görüşürsə qarşı-qarşıyadır da. Həmişə orada təkrarlanan sayını bölməlisən. Ona görə burada 2-yə bölürük. Bu deyilir 55. Yəni, təkrarlanan sayını ümumiyyətlə bu saat həmişə bölmək lazımdır. Bu ümumi qaydadır. Bu 12 hamıya aydındır. Necə edirdik? Kombinezonla müəllim. Bu kombinezon yox, bu artıq permutasiya. Permutasiya, bu permutasiya varanda 11-dən 2-yə edəcək. Kombinezon var, yoxsa kombinezon çox məncə bilmirsiniz axı. Yəni, bilirsiniz? Yox, yəqin ki. Ona görə belə adı qaydadır. Mən başa düşmədim. Başa düşmə götürürəm. Bax, 11 nəfəri şahmat oynayırıq. Sən neçə nəfər oynayacaqsan? 7 ayda dərs keçənsə çox şey bilməlisiniz. 7 ayda deyil, 9 ayda. Ay belə səhv hesab edirsən. Oktyabrdan bəri, sentyabrdan bəri hesablayın. Şahmat oynayırıq. Məsələn, sən 10 nəfər oynayacaqsan da, düzdür? Çünki 11 nəfərdir. Sən özünü çıxdın, yerdə qalan 10 nəfər oynayacaqsan. Mən də 10 nəfər oynayacağam. O biri də. 11 nəfərin hər biri 10 nəfər oynayacaq. 11-i vurduq ona görə də. Hamımız 10 nəfər oynayırıq da. Sadəcə niyə 2-yə bölürəm Türkan burada? Çünki şahmatı 2 nəfər oynayırıq da. Tək oynamıram ki. Mən sən oynayıram, sən də mən oynayırsan. O bir dənə oyun sayılır. 2 oyun saymırıq ki onu. Bir oyun sayılır. Ona görə oyunların təkrarlanan sayını 2-yə bölürsünüz burada. Əgər dedim ki, məsələn, hədiyyə alsaq, hədiyyəni mən aldım, verdim, qaldı səndə. Da onu mənə qaytarmırsan ki. Orada olacaqdı 11 vurulsun o. Yəni, əgər bu şeyi qaytarmırsansa, qarşılığı baş vermirsə, orada bölməyə ehtiyac, yəni təkrar yoxdursa. Yox, o qarşılığı prosessə, qarşılığı baş verirsə, orada 2-yə bölmək lazımdır. İndi bu aydındır, yoxsa necə? Tamam. Gəlin mən belə bir şey deyim. Orada kimin adında təkrar hərflər var? Tutaq ki, buranı silirəm. Leylada var təkrar hərflər. Bir dənə təkrar olmayan yazaq, bir dənə olsun elə Günay. Leyla, Günay. Yazdım bura, bana ikisinin adı. Leyla, bir yazdı bura Günay. Deyirəm ki, sualın şərti ikisi üçün eynidir. Verilmiş sözdə hərflərin sırasını dəyişməklə mənalı və ya mənasız neçə fərqli söz almaq olar? Fərqi yoxdur orada, mənalı, mənasız. Məsələn, belə yaz. L, y, a. Bu da sayılır. L-ını nə qədər yazdım mən burada? L, y, a. Bu da sayılır. Bu da sözdür. Mənalı, mənasız. Hərflərin yerini dəyişməklə neçə cür qoşmaq olar burada? İkisinin cəmini istəyirsiniz? Yox, ayrı-ayrı. Leylanı da ayrı, Günayı da bir-birinə qatmırsınız. Leylanı da ayrı tap, Günayı da ayrı tap. Mən bunu atdığım rekordda var. Orada 1 saat 30 dəqiqə bunun izahını danışmışam. Görün, baxan var ona. Baxmışam, sadəcə bu, belə deyim də, bu ikisi də eyni cavabı verəcəkdir. 120 deyil ki. Yox, eyni verməyəcək. Orada bir şey deyirəm mən. Nəyi vurğulamısınız ki, qaçırmışam? Neyinirsiniz burada? Kimsə yazıb? Hə, Günay. Sən 8 ay dərsə gəlməyi bilinir. Təkrar hərflərin sayını bölmək lazımdır orada. Uşaqlar, əgər təkrar yoxdursa, orada Günayda 5 faktorialdır. 5 faktorial. Yəni, ümumiyyətlə, tək orada hərfdən söhbət getmir. İstənilən nə qədər sayda əşyanın mümkün yerləşməsinin sayı n faktorialdır. Məsələn, tutaq ki, 5 dənə qələmin, nə bilim, 5 dənə adamın, 5 dənə maşının heç nə şərt qoymayıbsa, onların mümkün yerləşməsinin sayı 5 faktorialdır. 5 faktorial. Faktorial dəyərdə kimi özünü vurursunuz da, 5 vur, 4 vur, 3 vur, 2 vur, 1, bu deyilir 120. Amma ortada təkrar varsa, təkrarların sayını bölməlisiniz. Məsələn, burada nə olacaq? Burada olacaq 5 faktorial bölünsün sayı. Axı, Leylada bu l-lar təkrarlanır. Ona görə bunun sayını bölməlisiniz. Ümumiyyətlə, istənilən burada da bölməmin səbəbi o idi. 2 faktorialı bölürsünüz.
5 faktorial 120 ilə 2 faktorial da 2 ilə bölürsün olur 60. Yəni Leylanın hərflərini qarışdırıb 60 formada söz almaq olar. Amma Günayda 120. Məsəl üçün, bu yazıram tələbə. Tələbədə neçə hərf var? 6. 6 faktorial. Amma əylərə baxın. Ə təkrarlanıb 1 dənə, 2 dənə, 3 dənə. Buna böldünüz. 6 faktorial bölünsün faktorial. Bunu hesablanan bu böyük ədəddir. Bu olacaq bu arada 720 bölünsün 3 faktorialda 6. Verəcək 120. Yəni ortada təkrar varsa, hökmə deyilə bu ədəd olsun. Məsələn, darısı hərf olsun. Ədəd də ola bilər. Tutaq ki, belə bir şey yazıram bura. Nə yazıram mənə? 2135. Bu 4 faktorialdır elə. Deyir ki, 2135 ədədində rəqəmlərin yerini dəyişməklə neçə fərqli ədəd almaq olar? Bu 4 faktorialdır. Yazın getdi. Amma məsələn, yazıram ora 2235. Hafifcə burada dayanıram. Bu olacaq 4 faktorial bölünsün 2 faktorial. Çünki 2-lər təkrarlanır. Permutasiya məsələlərini, kombinatsiya məsələlərini necə fərqləndirmək olar? Əslində onu fərqləndirmək üçün gərək biraz riyaziyyatımız çox yaxşı olsun. Amma bir şey deyim, bizə, yəni məntiqdə heç vaxt permutasiya lazım olmayacaq. Yəni heç vaxt permutasiya sual düşmür. Düşəndən ancaq kombinezondur. Əgər o dərsə baxsaz, onlayn dərsə, dərsə atdım rekorda, onu orada ətraflı izah eləmişəm. Sabah da biraz, yox, sabah yox. 4-cü ildə biraz baxacağım ehtimal məsələlərinə, çünki sabah mətnlərə baxacağıq. 4-cü il baxacaq riyazi suallara. Yəni dində, məntiqdə, dərsə məntiqdə dində orada ancaq bizə lazım olan kombinezondur. Permutasiya bağlı sual düşməyəcək. Müəllim, Bəli. bu 2135 yazmısınız ora. Orada Aha. sualı şərti kimi verir neçə müxtəlif 4 rəqəm, yoxsa müxtəlifi vermir? O müxtəlif zaten orada eyni rəqəmi təkrar etməsən ki, deyir ki, burada hərflərin yerini dəyişməklə neçə fərqli ədəd almaq olar. Mən orada 10 sıfır Orada yenədən sıfır versəydi vəziyyət dəyişərdi də yəni. 0 yəni məqsəd o ki, aləm dəyəcəkdir bir-birinə. 0 yazsa yaxşı sual verdi. 0-da artıq faktorial material keçmir. Məsələn olsun belə 2 1 0 5. Yəni bu 2 1 0 5 yazdım. Bura yaxşıdan yazdım da keçsin. Burada görə çox diqqətli olasınız. Problem hardadır? Burada gələ diqqətli olasınız ki, sən 0 əvvəl yaza bilməzsən. Gələ burada sayma üsuluna baxasan. Deyir ki, rəqəmlərin yerini dəyişməklə. Əvvələ 0 qoya bilmərsən axı. Əvvələ qoya biləcəyin 2-dən, 1-dən, 5-dən biridir. 3 dənə fərqli rəqəm qoya bilərsən. 0 əvvəldə başlasa, bu çevrilir telefon nömrəsinə, maşın nömrəsinə 055-dən 012 filan. Bu olmaz. Əvvələ 2-dən, 1-dən, 5-dən birini qoya bilərsənsə, burada 3 dənə fərqli versiyan var. Amma artıq orta və sol sütunlara, yalnız axır sütunlara 0 qoya bilərsən. Məsələn, 1-in qoyduq, 1-ni atdım getdi. Məsələn, atıram 5-i atdım getdi. Ya 2-ni qoydun, ya 1-i qoydun. Hər hansısa birində fərqi yoxdur. Hansısa birini qoydun. Artıq bura 0 qoya bilirsən deyə, burada yenə 3 dənə olur. 3 vurursun 3. Birini də qoydun hər hansı birində. Burada 2 dənəsi var və axırda zaten bir dənəsi qalır. Birini də qoydun, qalır biri. Bunları da vurursan 3, 3, 2, 1, 9, 2 buradan 18. Amma məsələn, o birində niyə 4 faktorial 24 idi? Çünki orada fərqi yoxdur. Nə yazmışdım? 2035 yazmamışdım. Mən yazaq 2035. Bu da vurması ilə olar ha. Amma uzanır da. Birincinin yerinə hansını sən yaz? 4 dənəsin. Birini qoydum, 3 dənəsi qaldı. Birini qoydum, 2 dənəsi qaldı. Birini də qoydum, 1 dənəsi qaldı. Vurdum, oldu 24. Yəni 4 faktorial ilə bərabərdir bu. Dərs nə vaxt bitəcək, hələ özüm də bilmirəm. Yəni hələ yazırıq da. Yəqin ki 12 işləmiş falan. Həm karandaş, həm də ehtimal. Anar, sən deyir, sonra Rəvan sən deyərsən, qarışdı səslər. Anar de gəlsin, nə deyir? Mənim sualım dərsə aiddir. Rəvan buyursan istəyirsən. Hə, Rəvan de görək, sonra Anar sualını qalsın. Haşiyyədən kənara çıxmaq olmasın. Bu kitab səhifələri var idi, düsturları. Aha. Zəhmət olmasa onu da sonda bir dənə qrupa xatırlatma eləyib atarsınız da biz ona baxın. Düşə bilər imtahan ümumiyyətcə kitab səhifələri. Çoxdan düşmür, amma düşə də bilər. Yəni baxarıq ona da. Yəni bəli. Aydın. Anar, sən nə deyirdin? Mən deyirdim ki, mən sizin ehtimal rekorduna da kitab nə idi? Karandaş məsələləri rekorduna da baxmışam, amma evlənmədiyim suallar vardı. Ona nə vaxt baxacağıq? Çünki onlara baxacağıq ki, riyazi sualların, riyazi nə varsa hamısına 4-cü gün baxacağıq. Yəni sabah. Çünki full mətnin 4-cü gün olacaq riyaziyyat. Karandaşdır, ehtimaldır, nə bilim natural ədəddir, yaşdır. Yəni riyaziyyatla bağlı nə varsa hamısına 4-cü gün. Aydındır. Çünki sabah qoşuram niyə birərəm? İndi xarici dil dərsim var 9-da. Yox, 7-də filan başlayacaq, 8-də çalışacaq ki, üstə düşməsin də. 7-də niyə başlamıram? Həm işləyənlər var, həm də ki, ənənəvi qrupların dərsindən yetişə bilmirlər. Bəlkə 8-in yarısı başladıq.
Mən o ingilis məmnunla danışıb o dəqiq yazacağam o qrupa. Hələ Info da tutarsa görək. olmalıdır müəllim. İnfo Info da boş verin. deyil. Bu günə kimi oxumusunuz ki, bundan sonra nə edəsə əsas məntiqdir. 50 bal məntiqdir, 25-25 olardı. Bütün müəllimlər deyir ki, onu boş verin, bunu hamı öz fənnini deyir. Yəni ən az o deyə bilərəm ki, onların ikisinin toplam balı ancaq mən heç o da çatmır. Gərək ST plan gəlsinlər çatsınlar. İndi 36-ya baxaq. 36. Nə yazıb burada? Bu Qarabağ Real Madriddə orada cümlə bəzəkli görünsün deyə verib sadəcə. Bu da bu arada bu qəbulun çətin suallarından biridir. İstəyirsən qızlar orada getsin, nə bilim, konsertə baxmağa getsinlər. O çox da önəmli bir şey deyil. Əsas məsələ nədir burada? Bunlar gedirlər, teatr olsun, nə bilim, kino olsun, 4 dənə bilet alırlar ya da konsert olsun. Sadəcə bu dostlar dirəşib ki, bizim biletlər, yəni oturacaqlar, yanaşı olmalıdır. Yanaşı olması istəmirlər bunlar. Dostlar yanaşı da oturmaq istəyirlər. Kasserdə deyir ki, birinci sırada 8 dənə boş yeri var, ikinci sırada 7 dənə boş yeri var, ardıcıl. Bu arada bir dənə burada şey deyim, bu PDF yazında burada ardıcıl sözü düşmüyor. Ardıcıl olmasa bu sual səhvdir, orada ardıcıl olmalıdır. Yəni bu sual neyinisini görmüşük biz? Hətta qəbul sualdır bu. Qəbuldan çətinləri izah edirəm indi də. Yəni evə verdiyim qəbulun çətin sualları. Rekordunu atacağım, bütün sualları indi çətinləri izah edirəm. Yazıb burada ki, birinci sırada ardıcıl 8 boş yerin, ikinci sırada ardıcıl 7 boş yerin. Yəni bunu dəyişmək çox asan. Öyle başa düşməyə çalışın. 8 eləyirəm 9, 4 dost eləyirəm 5 dost, cavab başqa şey olar. İkinci sırada isə ardıcıl 7 boş yerin qaldığını bildirir. Dostlar bu hissələrinə əsasən neçə fərqli formada bilet ala bilərlər? Dostların yerləşməsinin fərqi yoxdur. Düz yükər 5 və 4 olacaq. Səbəbi nədir? Çünki ikinci sıraya baxaq. Deyir ki, 7 ilə boş yer var da. Birinci yer, ikinci yer, üçüncü yer, dördüncü yer, beşinci yer, bura olsun 6-cı yer, ikinci sıraya baxıram, burada 7-ci yer. 7 boş yer var və dostlar 4-ü yanaşı oturmaq istəyirlər. 4-ü yanaşı oturmaq istəyirlərsə, onda hansı formada olacaq? Ya oturacaqlar 1-2-3-4-də, ya bir dənə sürüşəcəklər 2-3-4-5-də, ya bir dənə gələcəklər 3-4-5-də, daha 3-4-5-6-da, ya ki 4-5-6-7-də. Daha sürüşə bilməzlər, çünki da stol yoxdur, düşlər çölə. Deməli, neçə fərqli bu formada oldu? 4 dənə. Əgər ikinci sıradan səbət gəlsə, olacaq 4 dənə. Üstə gəlsin. Yəni, bu ikinci sırada oturmalar forması. Birinci sırada da 8 dənə boş yer var. Bir dənə buraya boş yer artırdım. 8 olsun. Nə fərqi var ki? Burada da bir dənə nə olacaq burada? Bunu da fərqlə göstərək. 5, 6, 7, 8. 4 dənə zaten ora kimi idi. Bir dənə də bu var artıq. Başqa heç nə yoxdur. 5 dənə də burada. 4 üstə 5 olacaq. 9 dənə fərqli formada əyləşə bilərlər. 36 bəs. Aydındır yoxsa necə? Sualı olan? Yoxdur deyəsən. Okey. Görüm burada başqa. Bu mətnlər deyim ki, mətnlə bağlısa bu danışacaq kifayət qədər. 48, 49, 48, bu. Bunu əslində biz dərsi təzə başlayanda bundan adi çox işləmişdik. Sadəcə təbə yenə qarışdırır. Bu necə ayrıldı? Kim yadındadır? Ay Günay, ChatGPT məntiq həll edə bilmir. ChatGPT-dən ötürü məntiq soruşur. O getsin ingilis dilini tapır, amma məntiq tapa bilmir. Kim yadındadır bu? Bu 3-cü ədəddən başlayıb hamısını 2-2 toplanır. İndi bunun başqa formasını deyəcəm çünki burada bizə deyir ki, Fibonacci sayıcından söhbət gedir də. 3-cüdən başlayaraq hər ədəd özündən əvvəlki 2 ədədin cəminə bərabərdir. Okey, olsun. Davam etdirək də. 8, 13, 21 deyir Fibonacci sayıcılığıdır. Növbəti neçə olacaq? 34. 13 üstə 21-də. Növbəti 21, 34, 55. 34, 55, 89. Növbətçi 144. Nə bilim, növbətçi bunu toplasan 89, 144, axır 3 qurtaracaq da. 200 neçəsi? Axır 3 qurtarır. Nəysə, daha çox aparmıram. Bizə deyir ki, bunların neçəsi cütdür, neçəsi təkdir. Yəni, nə soruşur? İlk 60 dənədə neçəsi cütdür? Oturub bunu saysan səhər asılacaq. Həm də toplaya bilməyəcəksən. Məsələn, yorulmuşdum, heç bunu toplaya bilmədim. İmtihanda sizə yorulacaqsa, o qədər sual yazandan sonra. Nə edirsiniz? Ümumiləşdirmə aparmaq lazımdır. Bəs necə? Bunu neçə parçalayım? 2-2 parçalayıram, baxın. 2-2 parçalasaz, 2 böldüm, bunu getdi. Birinci ikisindən biri tək, biri cütdür. Biri tək, biri cütdür. İkisi də təkdir. Yəni, biri tək, biri cütdür. Burada ümumiləşmə olmadı. Gah 2 tək, 2 cüt getdi, nə bilim, gah 1 tək, bir cüt. Yəni, bunu tapmaq olmur. Bu 4-4 dairəsiz belə olacaq. 5-5-dən, nə bilim, filan. Ancaq burada, əgər ikili Fibonacci özünün əvvəlkisinin cəminə bərabərdirsə, ancaq burada 3-ü sayırmaq lazımdır. Çünki hər 3-dən baxsaz, bu cüt, tək, tək. Bu cüt, tək, tək. Bu cütdür, bu təkdir.
4 dənə 3-ü toplasan, bunun daxı 7 ilə qutaracaq. O da tək olacaq. Həmişə 3 dənədən ikisi tək bir cüt olur. Hər üçündən. 2 tək bir cüt olur. Əgər hər üçündən 2 tək bir cüt olursa, 60 dənə demir. Olacaq o zaman belə. 2x üstə gəlsin. X bərabərdir 60-a. 2 tək bir cütdür zaten. 3x 60, x elədi 20. 2 tək bir cüt isə o zaman təklərin sayı 2-ni vurdum 20-yə. Elədi 40. Məndən cütlərin sayını soruşur. Cütlərin sayını tapanda sadəcə 20. Yəni 20-ni 1-ə vurdum da. Bu aydındır yoxsa necə? Xeyr, müəllim. Usta. Əgər sual yoxdursa, yəni mən bunu biraz dəyişim. Necə dəyişim? Burada tutaq ki, deyirəm ki, 4-cüdən başlayaraq hər bir ədəd özündən əvvəlki 3-ünü cəmlə. Yəni bu 3-cünü 4-cü edirəm. Eyni sualdır. Bunu 4-cü edirəm. 4-cü. Nə fərqi var ki, yəni bunu dəyişim belə edeyim. Özündən əvvəlki 2 yox, 3 ədədin cəminə bərabərdir. Buna da silirəm. Və sonra nə baş verəcək? Buna silək. Özümüzə bir şey yazaq bura. Elə bil ki, 4-cünü tapacağıq. Tapandan sonra ardıcılıq yaradacaq. Baxacaq ki, məsələn, Yəni neçəni neçə sayırdım orada? təkrardır. Məsələ oldu. Neçəni sayırmaq lazımdır? Bunu var silin, bu 4 böyük də ilə deyil. saymalı. Biraz balaca bir şey yazım. Məsələn, yazıram bura, nə yazaq? Olsun elə belə, nə bilim, 1, bura yazıram 2, burada 3. 4 ayıracaqda 2 cüt 2 tək alınacaq. Hə. Çünki baxın, bura mən növbətini tapsam bu 6 eləyəcək. Növbətini tapsam 2, 3, 6-nı topladım 11 eləyəcək. 3, 6, 11-i toplasam 20 eləyəcək. 6, 11, 20, 31, 37 eləyəcək. Bu həm 37 eləyəcək. 31, 37, 68 eləyəcək. 57, 68, bu da 115 eləyəcək. Nəysə, daşqosunu toplamıram, çünki o çox getdi. Burada 4-4 ayıracaqsınız. Bu 4-dür 1, bu 4-dür 1. Əgər fikir versəz, hər dörtlüdə burada cüt, cüt, tək, tək. 2 tək cüt olacaq. Burada da baxın, cüt, cüt, tək, tək. Ümumiyyətlə, neçə deyirsə, bir dənə arxın götürürsünüz. 2 cüt 2 tək olmalıdır. Məsələn, 3-cüdən başlayaraq hər biri özündən əvvəlki, daha sonra 4-cüdən başlayaraq orada hər biri özündən əvvəlki 3-cünün cəminə bərabərdir, bir dənə arxın götürürsünüz, 4 dənəsi. İndi məsələn, bunu soruşsaydı, 2 tək cüt olduğuna görə tam yarı olacaqdı. 60 dənə 30-u cüt eləyir, 30-u tək eləyir. Düz yerdən bölürsünüz. Bu bəs aydındır yoxsa necə? Mən xeyr aydın deyiləm. Bu aydın olmadı. Baxın, dedim ki, 4 dənə olsun və hər biri özündən əvvəlki 3-ün cəmi olsun. Məsələn, 6-ya bax, 6, 1, 2, 3-ün cəmidir. 1 plus 2 plus 3. 11-ə bax, 11, 2, 3, 6-nın cəmidir. 2, 3, 5, 3, 6, 11 elədi. 20-yə baxsan, 3, 6, 11-in cəmidir. Nə bilim, 37, 6, 11, 20-nin cəmidir. Bu belə axıra kimi gedir. Və dedim ki, artıq burada cüt bölməyin yeri yoxdur. Çünki bu 4-4 gedir. Ona görə də bunu 4-4 bölmək lazımdır. 4-4 böldüm və baxdım ki, hər dördündən ikisi tək cüt olur. Mənim 4-4 toplasaq 3 cüt olacaq. Hansı 4-4 toplasaq? Harada var ki, 3 dənə cüt? 3 cüt alınmır axı məncə heç yerdən. Mən bəs siz bir dənə artığını götürürük, 4 dənə. Hə, mən 3 cüt toplamırdım ya. Məsələn, bayaqlar 3-ünü götürmüşdüm, 4-ünü götürdüm də. 4-4 toplasaq 3 cüt olacaq. Hə, sən deyirsən ki, 4-4. O qədər getməz dərinliyə. Yəni Fibonacci ikili və üçlü olacaq. Başa düşmə deyirsən ki, düz deyirsən. 3 cüt 2 tək olacaq orada. Mon soruşan deyir zaten, boş verin. Sonra burada bu tərəzidə yazmışdınız. Yəni tərəzi, bir dənə bunu deyim. Tərəzidə, bu tərəzidə, salxın tərəzidə də. Buna nə oldu? Hə. Əgər belə 4-5 görürsünüzsə, tez qarşıda çarpaz qiymət verin. Yəni fərqi yoxdur, belə tərəzi yoxsa salxın tərəzidir. Əgər 4 dənəsi 5 dənəsinə bərabərsə, tez yerini dəyişin. Bunlara 5 dənə olanlara 4 yazın, 4 dənə olanlara 5 yazın. Çünki başqa versiyası yoxdur. 20-20 il var hər biri. Bəs digərləri? Digərlərinə baxsanız, baxıram mən bu sağda aşağıdakına 4-ün 3-ədir. 4-ün 3-ədirsə, mənim ağlıma gəlir normalda 3-4 olsun. Yəni bunlara 3 verim. Yəni hamının ağlına gələn yəqin ki, bu var. Buna da 4 verim. 12-12 eləsin. Məsələ nədir? 4-ü vermirsən. 4 təkrarlaya bilmərsən. Əgər özü olmursa bu tiplərdə 2 qatını verin. 3-lərin 2 qatı neçə eləyir? 6, 4-lərin 2 qatı 8. Həqiqətən yazsaq 6, 6, 6, 24, 8, 8, 8, bu da 24. Всё, burası düzəldi. Gəlirəm bura. Burada 1 3-dən asılıdır. Baxın, orada nə ola bilər? 1 ola bilər, 2 ola bilər, 3 ola bilər. 2 niyə olmaz? 2-ləri versən 6 elədi. 6 buradadır. Всё, bunu atdım getdi. Qalır 1 və 3.
1 yazıram tutaq ki. 1, 1, 1. Burada 3. Bu da oldu 1. 1'i yazınsa yanına ne yaza bilərsən? Bax, 3 gedib, 4 gedib, 5 gedib, 6 gedib. Qalıb yerdə 7, 8, 8 gedib. 2, 7, 9. İndi 7-ni yazsan 15 eləyəcək, 9 yazsan Allah bilir neçə eləyəcək. Məcbur 2-ni yazırsan. Bu da neçə eləyir? 5. Necə 5 oldu? 5 oradaydı axı. Deməli, bu düz yarısı bir şey deyil. 1, 3 olmursa bir dənə də versiyası var axı. 3, 9 niyə olmasın ki? 3, 3, 3, burada 9 yazdım. İndi məndə burada qalan nələrdir? 3-ü yazdım bura. İndi qalanlar da 1 qalıb, 2 qalıb və 7 qalıb. Çünki 3, 4, 5, 6, 8, 9, 7, 1, 2, 7 qalıb. 3-ün yenə 7 yazmaram da, yəni gör neçə eləyəcək. 1 yazsam bəs, yenə baxın 5 alacam. 5 də məndə yoxdur, vermişəm. Ona görə məcbur nə edirəm? 2-ni yazıram. Bunu buradan silək, 2. Bu deyir 7. 7 getdi, 2 getdi, nə qalır? 1. O qalan da hansıdır? Ulduz. Öbürlərini yazıram, da artma sırası nəsə soruşulur heç, onu boş verin. Bu bəs aydındır, yoxsa necə? Tamam, qəsəm sıxıntı yoxdur. Bir də mən bunu əvvələ doğru qaydım görüm, burada bir şey qalmadısa, düz rekorddan atacam, çətin sual, yəni fərqli riyazi sual, nə bilim, qarşılıq sual. Hə, burada 20-nin sözləri var, bayağı qarşılıq sözlərdir. Tapan var bunları. İdarətçi yox abi. İdarəçi yoxdur, onun ikinci T. Ana bizim mazili müəllimlərimiz, hə, tapın görək. İlker düz deyir, A variantı irticaçıdır. Mühafizə İrticaçı. görürəm D variantını. Bu irticaçıdır, irticaçı. Mühafizəkar D variantı. Bu islahatçıdır, islahatçı. Bu inqilabçıdır, inqilabçı. D variantı mühafizəkardır. Ya bu söz yazılır bura. Mühafizəkar. Y variantı da inkubatordur. İnkubator. Hamısı insandır. İrticaçı, yəni siyasi terminlər. De islahatçı, inqilabçı insan, mühafizəkar insan. Yəni mühafizəkar adlı bir partiyadır. Amma inkubator toyuq-cüzə yetişdirilən yerdir. Yəni toyuq-cüzənin çoxaldıldığı yer. Yumurta qoyurlar, oradan toyuq və cüzə çıxır, nə bilim, böyük olur, nəsə. İnkubator odur. Olacaqlarımız Y variantı. Otsun da baxmışdıq, yəni sabah bir təkrar keçəcəm onun üstünə onsuz zaten. Burada başqa elə bir şey qalmadı. Hə, bir də 5 qaldı. Prosta 5 şəkə düşməyib burada. 5 burada düşməyib, bu çox pis oldu. Eyb yoxdur, mən bunu 4-cü deyərəm. Kubu. Bir də orada variant 8-də görə nələr var? Variant 8, yəni riyazi, fərqli. Əvvəldən gələk. Hə, birincisi burada qatlama sual var, 4. Yəqin ki, bu çoxlarımızda problem olur. Burada birinci sual da eləmədim. Necə? Burada birinci sualda heç eləyənmədim, çox düşündüm. Birinci sualda 1-ə vurub, sonra 2, atacam zaten bu rekordun, bu ardıcılıq falan bunları 3-ə, sonra 4-ə vurub. 1-ə, 2-ə, 3-ə, sonra 4-ə vurursan, o daxırı 6-ya qurtarmalı da olur. Sonra da 5-ə vurur. Kuliyə tamam yazarım orada. Bir də burada 4-ə baxaq, çünki 4 bayağı çətin qatlamadır. Yəni bunu bir izah edeyim. Baxın, bunu əvvəlcə sol tərəfə açıb, yaxşı eləyib, açsın sol tərəfə. Zaten sıxıntı yoxdur. Baxın, hamısının sol tərəfə eyni şeydir. Heç birində fərq yoxdur. Sonra bütöv aşağı doğru açıb. Bunu çox diqqətli olasınız. Bunun qatlamalar, kəsələr çox qarışıqdır. Baxın, bunu aşağı doğru açanda, yəni belə bir şey alacaqsın da sən. Burada nələr görməlisən? Birincisi, baxın, burada nazik bir dənə kəsiyi var. Biraz böyüdək. Bu nazik kəsiyidir. Sən bunu aşağı açacaqsan, aşağı açandan sonra fikir verin, neyinir orada? Aşağı açandan sonra da bir dəfə də bunu belə açır. Yəni, burada nə kəsi görsən, buradan görməlisən. Problem haradadır? Baxın, mən var hamısını kəsirəm yarıdan. Bunu da kəsirəm. Bunu da kəsirəm. Sonra bunu da kəsirəm. Həmçinin orada bunları da. D-də və Y-də problem, daha doğrusu D-də və Y-də, C-də problem odur ki, bu nazik kəsimi, yəni mən onu sileyim görək də, bu nazik kəsimi aşağı açmayıb. O nazik kəsimi açsan belə deyildi, orada bir qaranquş kimi bir şəkil almalıdır bu nazik şəkil. Burada baxın, nə boyda üçbucaq alınır. Yəni bu necə alınır ki ondan? Nazik uzundur. Bu Y-dəki və D-dəki, C-dəki ola bilməz. Y nəsə getdi. Yuxarıdakına görə. Aşdan düşəcək aşağı. Məsələ burada sağdakındadırsa, baxın, bu üçbucaq kimi belə bir şəkildir. Üçbucaq kimi bunu rəngləyim. Belə bir üçbucaq kəsiminə oxşuyur. Ölçüyə görə də baxa bilərsiniz. Ölçüyə görə orada A-la nədir bu? A-la hansı qalıb? A qalıb, bir də B qalıb, bir də üstün sinimlardan zaten bu ikisi gedib. D gedib, Y gedib.
Ölçüyə görə orada A ilə D qaranti səhvdir. Niyə? Elə baxsan, sən buradakı bu üç bucağından, bu üç bucağından, bu A-dakı və D-dəki eyni boydadır. Həm də baxın, bunlar aşağı doğru açmayıb. Üç bucaq deyil, aşağı açanda özün görməlidir. Üç bucaq deyil, açanda özün görməlidir. Bir dənə özün orada gördüyü B variantıdır. Baxın, açıb burada özün görür. Deməli, cavabımız B variantıdır. Bu aydındır, yoxsa necə? Tamam. Bir də orada uçuş məsələsi var. O çərşənbə axşam falan teması. O da yenə Azərbaycan dili söhbətinə görə, bu 26 nə deyim, sonra ona baxarıq. 26. 26 uşaqlar bizim normalda işləmədiyimiz fəzafi qrupudur, amma klubdan falan daha asandır. Məsələ nədir burada? Burada sadəcə şəklə düzgün baxmalı və ardıcılığa riayət etməlisiniz. Bunu bağlasınız bu arada, bu trapesiya olan bura bağlanacaq, bozulanda bura bağlanacaq. Yəqin ki, bunu hamımız bilirik. Yəni bu fiqurlardan bunu keçmişik. A yəni səhvdir, bizdən düzü soruşur. A-da baxın, bu üzü 2 dəfə verib. Birini görən buradadır. İkinci sanı ki, yoxdur. A getdi. B-də də bu boz rəngin ətrafını verməyib. Boz rəng budur da, tamam, okey, bunu bildim. Amma bozun ətrafına fikir versəz, boz buradadırsa, bunun bir tərəfi bu düz xəttlərdir, okey, olsun. O bir tərəfi də şahmat oxşayan, yəni X-ə oxşayandır. Bu nəyə verib X-ı? Bu deyil, yəni, olmalı deyil. Bu heç bu asan variantlardır. Əsas məsələ burada D-ni yeni fərqləndirməkdir. Çünki orada şəkillərdə düzdür, birləşdi də düzdür. Baxıram orada birinci səhv olan D variantına. D variantına baxıram ki, orada mənə bozu verib, düz xətti verib və bu trapesiyanı verib. Baxın, boz budur, düz xətt olan və bu çarpaz X-də trapesiya. Ardıcılığa baxsaz, burada mən fırlandıqca bu tərəfə doğru belə fırlanıram. Buraya fırlansaz, bozdur, düz xətti, sonra bu çarpaz xəttlərdir. Bu tərəfə fırlananda. Amma burada baxın, biri burada, biri burada, biri burada. Sən bunların ardıcılığa baxmaq üçün gələ belə fırlanasan. Bu da mümkünsüzdür. Bir dəfə saatın əksinə. Yəni, belə heç ola bilməz. Ona görə D variantı səhvdir. Düzdür, saatın əksinə fırlana bilərsən. Amma gələksin yeni şeydə və birində mən belə fırlanım, gedim cavabda belə fırlanım. Bu dünyanın ən səhv şeyidir. Belə ola bilməz. D getdi. Amma S-yə gəlsək, S-də isə hər şey düzdür. S-də hansı üçün verib? S-də verib bizə qaranı, X-ı, bir də düz xəttə. Baxın, qara burada, X burada, düz xəttlər də burada. Bunların ardıcılığı şəkildə bu tərəfə doğrudur da, yəni saatın əksinə doğru. Burada baxın, yeni şeydir. Belə fırlanırsınız da. Qara, X, düz xətt. O da cavabımız C variantı. Bu 26 bəs hamıya aydındır, yoxsa necə? Ardıcılığa baxmaq lazımdır. Okey. Sual yoxdur. Bir dəqiqə, 29. Əslində sadə sualdır. Gələk, amma Azərbaycanda başa düşək buna. Həftənin 5 günü uçuş var. Tibisə görə. Tibis olmalı har olur olsun. Həftənin 5 günü. Birinci gün. Sonra ikinci gün. Üçüncü gün. Dördüncü gün. Və 5-ci gün. Özdə səhər axşam. Səhər də uçuş var axşamda. Deməli, bunu da böldük 2 yerə. Yuxarı tutaq ki, səhər yazacaq. Aşağıda axşamı. Nə yazıb burada bizə? Yazıb ki, səhər ancaq Emil, Xalid, Yalçın uça bilir. Bunlar axşam görünürlər uçmurlar. Axşam da ancaq Vüqar, Xalid, Zahid uça bilər. Axşam onlar uçur. Heç bir pilot bir gün ərzində 2 dəfə uça bilməz. Yəni, məsələn, tutaq ki, səhər uçdunsa, da bunu yorub axşam da uçururlar. Səhər uçsa dincəlməlidir. Hər reysi bir dənə pilot olur və heç bir pilot ardıcı günlər uça bilməz. Məsələn, tutaq ki, 4-cü gün uçdunsa, 5-ci gün uça bilmərsən, istirahət günüdür. Və bizə nə yazıb? Zahid çərşənbə axşamı uçuşunda yox, birinci türlü. Xalid çərşənbə səhər uçuşunda olmalıdır. Xalidi çərşənbə gün, yəni 3-cü gün səhərə qoydum. Bu buradadır. Əsas məsələ orada bu cümlədədir. Zahid çərşənbə axşamı uçuşunda olmalıdır. İndi Zahidi siz yazmayın. İkinci gün axşam var, üçüncü gün axşam var. Yəni çərşənbə axşamı deyən nə demək istəyir bizə? Hara yazırıq bunu? İkinci gündə. Bu üçüncü gün axşamdır, yoxsa ikinci gün axşamdır? Yəni ikinci günə söhbət gedir. Çərşənbə axşamı. İkinci gün axşam uçuşunda olmalıdır da. İkinci gündən söhbət gedir. Niyə? Əgər burada üçüncü gün axşam olsaydı, yəqin ki, orada bizim az deməmiz təsdiqləyər ki, bu mənsubiyyətdə olmazdı. Bax, nə yazıb orada? Çərşənbə axşamı. Yəni, orada bu ikinci təyini söz birləşməsidir də. Çərşənbənin axşamı. Qeyri-müəyyən yerli hal var burada. Çərşənbənin axşamı. Bu da mənsubiyyətin şəkilçisidir. Buradakı I.
çərşənbənin axşamı. Bu ikinci gün deməkdir. Əgər üçüncü gün axşam demək istəsəydi, orada məsuliyyət çəkicisi olmazdı. Olardı belə, yuxarıdakı kimi. Fikir verin. Necə yazır? Çərşənbə səhər uçuşunda, olar da çərşənbə axşam uçuşunda. Olmaz orada, məsuliyyət olmazdı. O zaman mən başa düşürəm ki, Zahid ikinci gün uçub və Zahid ancaq baxıram ki, axşam uça bilir. Bu səhər uça bilmir. Onda Zahidi də ikinci gün qoyuram axşama. Zahid də ikinci gün axşam. Deyək ki, nəyə tapı olar? Baxın, hər gün kimsə uçmalıdır, səhərdə axşamda. Üçüncü gün axşam kimi uça bilər sizcə? Xalid səhər uçub yorulub, Vüqardakı, daha doğrusu Zahid də dünən uçub yorulub. Bir dənə qalır burada Vüqar. Deməli, burada uçmalı olan hansıdır? Üçüncü gün axşam garanti Vüqar uçacaq. Bu da hansıdır? Üçüncü gün axşam Vüqar A variantı. Bu hamiyə aydındır, yoxsa necə? Okay. Bir də orada son olaraq istək sual var idi, ofis sualı, kuryer məsələsi. Onu da deyim, sonra yekunlaşdıraq. Sabahın saatını yazacağam. İnşallah ki, sabahda görüşərik. Burada bəs nə məsələ var? Necə? Çox asan idi. Burada sadəcə bir dənə şey başa düşmək lazımdır ki, buna pul necə verirlər? Getdiyi yolu apardığı yükə vururlar, bölürlər ona. Məsələn, tutaq ki, ofisin bu arada, ofis buradadır. Tutaq ki, Voltun kuryeridir də, bu yeməyi daşıyır. Öz qəbulunuzu, atacam onu 2024-ün ikinci cəhdini, 25-in birinci cəhdini işləyirsiniz, gələn dərsən. Onu da işləyirsiniz, çünki orada bayağı yaxşı suallar var idi. Mətnləri sabah izah edəcəm, qalan sonlarda da baxarıq. Deməli, burada, nə yazırdım mən? Mərkəz buradadır. Tutaq ki, o aldığı, nə bilim, KFC-dən götürür, tutaq ki. Oradan götürür, bunu daşıyır. Voltun kuryeridir. Nə qədər yol getsə, getdiyi yolu aparır, vurduğu çəkiyə, apardığı çəkiyə vurur, bölür ona. Məsələn, tutaq ki, əgər bu gedir, nə bilim, S-yə. S-yə kimi bunun yolu nə qədərdir? 2-1-3 kilometrdir. Və aparır 5 kilo yük. 3-ü vururlar 5-ə, 5 kilo yükə. Bu yoludur, bu da çəkisidir. Bölürlər ona. Buna 1 manat 50 qəpik pul verirlər. 1 manat 50 qəpik. Yəni, nə qədər yol getsə, onu vururlar. Çəkisinə bölürlər ona. Pis yoxdur, bunun pulu. Ondan İndi niyə? mənə nə deyir orada? Necə? Ondan niyə? Çünki elə istəyir də, bu Volt belə işləyir. Nə yazıb burada? Tamam. Yazıb ki, neyse, o yüzden bir şey yazıb. Yazıb burada daşıdığı yükün getdiyi yola hasilindən 10 dəfə az olmaqla məvacib ödür. Bəyənmirsən çıxışdan. Yəni bu olmaz, burada belə olmalıdır. Aydın oldu bu? Bəli. O zaman davam. 43 çətin sual 43-ə qaydaram. Baxaq orada 44-də. 44-də deyir ki, ofisdə kuryerə 100 kilo buna bağlama verirlər ki, bunu daşıyacaqsan. Yazın necə daşıyacaqsa bunu. 4 dənə bağlama verdilər. Və ona tapşırıldı ki, 30 kiloluq birinci bağlamanı bir bağlama D-də. Burada dayanım da, bir baxaq. Birinci bağlamanı D-yə aparmalıdır bu. Burada mən yer tapım özümə. D-yə kimi bunun yolu nə qədərdir? Yəqin ki, gördünüz oradan. Ofis buradadırsa, D-yə kimi yol 2 kilometrdir. Onda birinci D. Bunu hesablasaz, 2-ni vurursunuz, çəkisinə 30 kilo aparır da, 30-a. Bölürsünüz ona. Onda 6 manat pul düşür buna. Yəqin ki, bu aydındır. O'dan D-yə gətirdi 30 kilo. Vurdum, böldüm. Sonra nə deyir? İkinci. D məntəqəsinə ikinci bağlamanı 30 kilodan söhbət gedir S-də. S məntəqəsində. Yaxşı, qayıtdım geri. S-yə kimi uşaqlar həmişə də bu arada orada qaldığı yerdən yox, ofisdən hesablayır. Məsələn, sən nəsə sifariş verirsən, qonşuda sifariş verəndə kuryer yer dəlmir. Gəlib demir ki, onsuz qonşuya gəlmişdin, gəlin səndən pul almayayım. Kuryer hardan hesablayır? Ofisdən, yəni hardan götürmüşsə, oradan sizin evə qədər. Yəni, burada təbəən qarşılığı götürüb, buradan bura 1 yazmayın. Nə olsun ki, ardıcıl gedir? O, ofisdən yatırır bunu sənin üçün. Buradan bura nə qədər yoldur? 3 kilometr. Həmin 3 kilometri vurursan, ikincisi. S-yə qədər. 3 kilometr yol gətirir, 30 kilo gətirir. 3-ü vurdun, 30-a böldün ona. Bu da oldu 9 manatda buradan pul aldı. Növbəti, üçüncüsün B-yə tərəfi versin. Üçüncü 30 kiloluğu. B-yə kimi yol nə qədərdir? 2 buradan, 1 buradan, 2 də buradan. 5 kilometr. Hesablayanda. 5-i vurdun, 30 kilo yük aparıb, ona, 30-a böldün ona. 15 manatda buna görə pul aldı. Və nəhayət, varisinə. Axırda yazıb ki, yüngül çəkili sonuncu bağlamalı isə A məntəqəsinə çatdırsın. 100 kilo deyildi. 3.30 paylayıb da zaten. 100 kilodan. 30-un biri 60, 90 paylayıb. Yüngül çəkili onda nə qədərdir? 10 kilo. Yəni A-ya 10 kilo aparıb. Bəs yolu nə qədərdir? Orada yazıb ki, müvafiq ardıcıllıqla. Müvafiq ardıcılıqla gəlib çıxmışdı B-yə. 5 kilometr. İndi B-dən A-ya bu uçmayacaq ki. Neynəməlidir? Qayıtmalıdır geri 2 kilometr, buradan da bura 1 kilometr. Toplam oldu 8 kilometr. Onu vurdum 8-ə, böldüm ona.
8 manat da buna görə pul verəcəklər. Toplam baxıram ki 6, 9, 15, 8, 23, 15 də buradan 38. Deməli bu yazı 38 manat pul verməlidirlər. Bu indi aydın oldu yoxsa necə? Yaxşı. Əgər sualımız yoxdursa bu günlük bu qədər. İnşallah atacağım rekordları. Öz suallarınıza baxın. Bu arada mən bunun hamısını izah eləmədim. Orada nə qədər sual qalıb yəqin ki. Öz suallarınızın izahına baxın. Ola bilər şansla başa düşməyəsiniz rekorddan. Onlardakı soruşarsı deyirik. Sabah ancaq mətnlərə baxırıq. İnşallah 4-cü gün baxırıq biz riyazi məsələlərə, 5-ci gündəki full təkrar. Müəllim olar ki, sabah ingiliscə SSS düşməsin. Necə? Sabah ingiliscə mən gecədə 11-dədir. 11-də deyil. Xeyr. Neçədir ki ingiliscə? 11-də olmalıdır məncə. Yox, 21-35 deyir. Yox, o öz dərsləri idi, onlayn öz dərsləridir. Gedib 10-sə çıxmayacaq. 7-də filan başlayacaq, ona kimi 11-ə kimi qurtaracaq. Ay. 7-də 8-də. Bir dənə 4-cü il o onsuz da informatikalarda dərsəm onlaynda. Onlar da ki onun yarısı filan başlayır. Yəni nəsə bir şey fikirləşərik orada. Əgər sualınız yoxsa bu günlük bu qədər. Zəhmət olmasa səhifənin düsturlarını falan da atarsınız yadınıza. Tamam. Onlar indi evə gedim atacağım hamısını rekordları. Tamam, baxaq ona. Sağ olun müəllim. Sağ olun, gecəniz xeyrə. Sağ olun.